Hər vaxtınız xeyir olsun yoldaşlar. Hər birinizi salamlayıram. Mən Şamxan Sadıqlı. Bugünkü video izahımız Güvən Riyaziyyat kitabından həqiqi ədədlərə aid testlərin izahından olacaq. 103-cü sualdan başlayacağıq. Çünki əsasən bu suallarda şagirdlər daha çox çətinlik çəkir. İzahlara keçməmişdən əvvəl qeyd edim ki, yoldaşlar, həqiqi ədədlərə aid mövzu kimi izahlar, bir neçə video izah kanalda yerləşdirmişəm. Və bir də həm izahlara baxanda, həm də testlərin izahlarına baxanda burada sualların izahında yazanda mahiyyətində qeyd edəcəm. Yəni qaydaları kör təbii olaraq əzbərləməyin. Çünki imtahanda və yaxud da başqa bir vaxtda sualda hər hansı bir söz fərqli olanda və ya sualın belə deyək, ümumi olaraq biraz dəyişdirəndə sizə tam fərqli gəlir. Çünki qaydalar kör təbii əzbərləyəndə həm tez yaddan çıxır, həm də adi bu sualda bir cümləni dəyişəndə, bir sözü dəyişəndə sizə elə gəlir ki, tamam başqa bir şeydir bu. Ona görə əsas nəyə baxın? Mahiyyətə, hardan gəldiyinə, necə yarandığına. Özünüz də istəyir yoldaşlarınızdan, istəyir müəllimlərinizdən nəsə bir şey öyrənirsinizsə, mütləq sorğulayın niyə və yaxud da özünüz araşdırın ki, necə olundu, bu qayda hardan yarandı ki, mahiyyət əsas aydın olsun. Mahiyyət aydın olursa, qayda da ömür boyu yadınızda qalacaq. Başlayaq sualların izahına, çox vaxt itirməyək. 103-cü sualda deməli, qeyd edib bizə A sıfırdan kiçik, B sıfırdan böyükdür və bizə ifadəni sadələşdirilir. Təşərrücünü yadda saxlayaq ki, dedik ki, A böyükdür, bu qayda kimidir. A böyükdür sıfırdan, böyük bərabər sıfırda olanda modulda A bərabər olur A-ya. Amma A kiçikdir sıfırda olarsa, modulda A bərabər olur mənfi A-ya. Bunun da mahiyyətini ona görə qeyd etmişdik ki, məsələn, birinci, burada yazaq, ikinci. Tutaq ki, A sıfırdan böyük bərabər, A-nın yerinə qoyuram, tutaq ki, A bərabər olsun 8. Modulda 8 nəyə bərabərdir? 8-ə bərabər. A sıfırdan kiçik, məsələn, ikincisində. A bərabər olsun, tutaq ki, mənfi 9. Biz dedik ki, modulda onda A nəyə bərabər olmalıdır? Mənfi A. Yəni, modulda mənfi 9 bərabərdir. Bax, buradakı mənfi qaydanın mənfisidir. Mənfi, bir də mənfi 9. Çünki A-nın yerinə nə qoymalıyıq? A-nın yerinə mənfi 9 qoymalıyıq. Mənfi, mənfi, ona görə müsbət 9 buradan yaranmış olur. Yəni, bu qayda bizə artıq nəyə vermiş olur? Qaydadan başa düşdük. Əgər modulun içindəki ifadə müsbətdirsə, olduğu kimi, yox, əgər modulun içindəki işarə artıq mənfi olacaqsa, nə olacaq? Əksi. Bitdi. 103-cü sualdan başlayırıq. Deməli, A sıfırdan kiçik, A-nın yerinə məsələn yazaq mənfi 4. İstədiyiniz hər hansı bir sıfırdan kiçik olan mənfi 4, mənfi 7, mənfi 285 və s. yaza bilər. Heç bir fərqi yoxdur. B də olsun məsələn 5. Baxın indi. Deməli, A-nın yerinə mənfi 4, B-nin yerinə də 5 qoyanda mənfi 4 çıx 5. Mənfi, mənfi yenə modun işarəsi nə olur? Mənfi. 2-ni vuranda mənfi 4-ə cavab nə edir? Mənfi. B müsbətli olduğu kimi. Dedik ki, mənfidirsə əksi, müsbətdirsə olduğu kimi. Yəni, birinci modulun əksi. Əksi nə deməkdir? Yəni, qarşısına mənfini qoyuruq. Mənfi A çıxılsın B. Əks ədədlərdə qeyd etmişdik. Əksi gəlib qarşısına nə qoyuruq? Mənfi qoyuruq. Sonra çıxılsın. İkincisində modulun işarəsi nə oldu? Mənfi. Yəni, əksi çıx 2A, yəni mənfi 2A. Çıxılsın B də olduğu kimi yazdı. Bərabərdir. Müsbət olanda olduğu kimi qalır. Onda olacaq mənfi A. Mənfi, mənfi bizə nəyi verir? Müsbəti. Üzərinə gəlsin B. Mənfi, mənfi müsbəti verir. Üzərinə gəlir 2A. Çıxılsın B. B'lər burada islah oldu. 2A-dan da ana çıxanda cavabımız etdi A. 103-cü sualda cavabımız oldu Y variantı. Keçək növbəti suala. 104-cü suala baxırıq. 104-də A sıfırdan kiçik, B sıfırdan böyükdür. Yenə də tutaq ki, A olsun mənfi 4, B olsun 5. Başqa ədədləri götürə bilərsiniz, heç bir fərqi yoxdur. İndi baxın yerinə qoyuram. A-nın yerinə mənfi 4 qoyanda mənfi, mənfi 2 mənfi bizə nəyi verir? Müsbəti verir. B çıxılsın A, yəni 5 çıx, deməli mənfi 4. Bu əksinə toplamanı verir. Bu bizə verir nəyi? 5 üstəgəl 4. Yəni müsbəti verdi. Müsbət olur. Və çıxılsın B, B də müsbətli, müsbət olur. Hər biri müsbət oldusa nə olmalıdır? Hər biri olduğu kimi yazılmalıdır.
Yəni mənfi A üzərinə gəlsin B çıx A çıxsın B. Və burada deməli B'lər islah oldu. Mənfi A, mənfi A bu da bərabər olur mənfi 2A. Mənfi 2A cavabımız olur 104-də B variantı. Keçək növbəti suala. 105-ci suala baxırıq. A yenə də olsun tutaq ki, bu səfər mənfi 7 yazır. Başqa ədədlər yazır. Mənfi 7, B olsun tutaq ki, 9. Baxın, 3 çıxılsın A. Yəni 3 çıx, A-nın yerinə nə qoyuruq? Mənfi 7. Mənfi mənfi müsbəti verir. Yəni bu olur 3 üstəgəl 7. Cavab nə olur? Müsbət. Deməli bu oldu müsbət. Digər modula baxırıq. Mənfi 3 çıx B. B-nin qiyməti neçə idi? 9. Yəni mənfi 3 çıx 9. Mənfi mənfi toplanır, yenə də işarə mənfi olaraq qalır. Müsbət olanda dedik olduğu kimi, yəni olur 3 çıx A çıxılsın. Mənfi olanda isə işarə dəyişir. Yəni qarşısına bir dənə nə etməliyik? Mənfi qoymalıyıq. Çıxılsın. Bax belə göstərək. Qarşısına bir dənə mənfi. Sonra olur nə? Mənfi 3 çıxılsın B şəklində. Bu da bərabər olur. Baxın, bir daha qeyd edim. Birinci çıxma, buradakı çıxmadır. Qarşısına bir dənə mənfi qoymaq. Qaydamıza görədir. Bu içəridəki də olduğu kimi yazdım. Deməli onda mənfi mənfi 2 mənfi bizə nəyi verir? Müsbəti vermiş olur. Bax, bu oldu artıq. 2 mənfi nəyi verdi? Müsbəti. Onda olur 3 çıx A çıxılsın deməli. 3 çıx B. 3-lər getdi. Yerdə nə qaldı? İslah oldu. Mənfi A çıx B. Cavabımız olur C variantı. Keçək növbəti suala. 106-cı suala baxırıq. A kiçikdir modulda A-dan. Ədəd öz modulundan nə vaxt kiçik olar? Mənfi olanda. Çünki müsbət ədəd özü-özündən heç vaxt kiçik olmaz. Yəni ən çox bərabər ola bilər. Deməli onda A-nın yerinə tutaq ki, qoyaq mənfi olsun. Bu dəfə yazaq 8. A olsun mənfi 8. A mənfidir. Mənfidir və B-yə vurub 0-dan yenə kiçik olub. Mənfini mənfiyə vuranda müsbət olurdu axı. Deməli onda B müsbətdir. Çünki mənfini müsbətə vuranda cavab nə olur? Deməli mənfi müsbətə vuranda mənfi olur. 0-dan kiçik olur. Məsələn A-nın yerinə tutaq ki, qoyduq neçə? A oldu mənfi 8. B tutaq ki, olsun 2. Baxın yoldaşlar, mən götürdüyüm ədədlər ümumi şərtidir. Yəni siz başqa bir ədədlər də götürə bilərsiniz. Bunun heç bir fərqi yoxdur. Biz sadəcə modul ədədlərlə göstəririk nə üçün? Modulun içindəki ifadənin müsbət yoxsa mənfi olduğunu daha rahat görəydik. İndi baxın, birinci modula baxırıq. A-nın yerinə yazıram mənfi 8, B-nin yerinə 2. Mənfi 8 çıx 2, mənfi 10 eləyir. Yəni birinci modul oldu mənfi. B müsbətdir, 2 üstə 1, 3 eləyir müsbət. Deməli mənfi oldu, müsbət oldu. Mənfidə dedik ki, əksi olur. Mənfi A çıxılsın B birinci modul. Çıxılsın müsbətdə də olduğu kimi. Çıxılsın nə olacaq nə? B üzərinə gəlsin 1. Bərabər. Mənfi A, mənfi müsbəti verir. Üzərinə gəlsin B. Çıx B, çıx artıq 1 olmuş olur. Və burada B'lər islah oldu. Mənfi A çıx 1 cavabımız oldu. Mənfi A çıx 1, 106 oldu B variantı. Keçək növbəti suala. 107-ci suala baxırıq. X 0-dan kiçik olduqda bizə də ifadəni sadələşir. 0-dan kiçik, məsələn, X-in yerinə qoyuram. Mənfi 6. Fərqi yox. Olacaq onda 2 çıx mənfi 6. Mənfi müsbəti verir. Yəni 2 üstəgəl artı yazırıq. 2 üstə 6, 8. Yəni müsbət oldu. Müsbətsə modul olduğu kimi olacaq. X-in yerinə mənfi 6 qoyanda mənfi 6 çıx 1. Bu edir mənfi 7. Modul mənfi olduğuna görə deməli o əksinə olacaq. Yəni əksinə deməkdir, qabağına mənfi qoyacaq. Birinci modul olduğu kimi 2 çıxılsın x üstə gəlsin. İkincisini nə olacaq? Qabağına əksin qoyacaq. Əksin qoyanda artıq üstə gəlmə nə olacaq? Çıxma olacaq. Yəni çıxılsın x çıx 1 olmuş olacaq. Bu da bərabərdir. Olacaq 2 çıxılsın x çıx deməli x mənfi bizə nəyi verir? Müsbəti vermiş olur. Üstə gəlsin 1. Bu da bərabər olacaq. 2 üstə 1, 3. Çıx x, yəni çıx 2x deməli. Cavabımız oldu. 3 çıxılsın 2x, Y variantı. Keçək növbəti suala. 108-ci suala baxırıq. X 0-dan kiçikdir, Y 0-dan böyük. X-in yerinə tutaq ki, qoyuruq mənfi 1, Y olsun 1.
Yerinə qoyaq. 1 üstə 3 gələndə 4, yəni müsbət olur. Deməli, birinci modul olduğu kimi. X-in yerinə -1 qoyanda -1 çıx 3, -4 olur. Deməli, əksi olacaq. Yəni, birinci modul olduğu kimi y üstəgəlsin 3 çıxılsın, ikincisi əksi. Əksi olanda nə edirik? Qarşısına bir dənə mənfi atırıq. Yəni, mənfi x çıxılsın, deməli 3. Deməli, bir dənə çıxılsın işarəsi var idi. Buradakı çıxma işarəsi. Ona görə çıxma yazdı. Mənfini də nə üçün qoyduq? Modulun işarəsi nə oldu? Mənfi oldu. Mənfi olanda nə edirdi? Bax, burada qaydanı qeyd etmişdik. Əksi olurdu. Mənfi, mənfi, 2 dənə mənfi bizə nəyi verir? Müsbəti. Artıq oldu bu müsbət. Onda olacaq. Y plus 3 üstəgəlsin x çıxılsın 3. 3-lər islah olacaq. Cavab olacaq y üstəgəlsin x. Yəni, cavabımız olacaq C variantı 108-ci sualda. Keçək növbəti suala. 109-cu suala baxırıq. A sıfırdan kiçik olduqda ifadəni sadələşdirin. A-nın yerinə tutaq ki, qoyuram. Mənfi olsun, məsələn, 9. Yerinə qoyanda mənfi, A-nın yerinə qoyuram, mənfi 9. Mənfi, mənfi nəyi verir? Müsbəti. Müsbəti verdisə, deməli, modul olduğu kimi yazılacaq. Yəni, olacaq A çıxılsın. Modulda olduğu kimi. Modul, deməli, modulda nə idi? Mənfi idi. Olduğu kimi də yazdım. Bu da onda olacaq bərabərdir. Mənfi, mənfi nəyi verir? Müsbəti. A üzərinə gəl A. Bu da bərabər oldu 2A-ya. Bitdi. Cavabımız oldu 109-cu sualda Y variantı. Keçək növbəti suala. 110-cu suala baxırıq. A B-dən kiçik, B də sıfırdan, C sıfırdan isə böyük. C olsun tutaq ki 4, B olsun məsələn -2, A da olsun -3. İndi baxın, yerinə qoyaq. A-nın yerinə qoyacaq, birinci modula baxırıq. A-nın yerinə qoyuram -3, çıxılsın, B-nin yerinə -2. -3 çıxılsın, -2, mənfi müsbət olur. -3 üzərinə gəl 2 olur, -1 eləyir. Yəni, modulun işarəsi nə oldu? Mənfi oldu. Mənfidirsə, qayda nə idi? Ekranlara saxlamışam ki, yadınızda olsun hər zaman, bəs içində rahat olsun. Mənfidirsə, əksi. İndi digərinə baxaq. 2 vurulsun, deməli, -2-yə, -4, çıx C, çıx 4. -4 çıx 4, bu da bizə verir -8. Yəni, bu ifadədə, bu modulda oldu mənfi. Mənfidirsə, əksi olaraq çıxır. Yəni, birincisi olacaq mənfi, əksi deyəndə nə edirik? Qarşısına mənfisini qoyuruq. A çıxılsın B, çıxılsın, mənfisini qoydu. 2B çıx C. Mötərizə 2 dəfə bağladı. Niyə 2 mötərizə qoyuruq bəzilərində? 2 mötərizə ona görə qoyuruq ki, bax, buradakı deməli, çıxma buradadır. Baxın, qeyd edirik. Buradadır və modul mənfi olduğuna görə bir dənə də mənfi biz nə edirik? Qarşısına qoyuruq. -2 mənfi bizə nəyi verir? Müsbəti. 2 mənfi bizə nəyi verdi, yoldaşlar? Müsbət. İndi buranı açaq. Olacaq mənfi A, mənfi müsbət edir. Üzərinə gəlsin B. Sonra, deməli, üstə gəlsin. Artıq bura olur -2B. Deməli, -2B artıq bizə müsbəti verdi, üzr istəyin. Yəni, artıq 2B, bir dəfəni yazdıq, bu müsbəti verdi. 2B, üstə gəlir 2B, çıx C, bərabər. Deməli, B üstə 2B, 3B, çıx A, çıx C. 3B, çıx A, çıx C, cavabımız oldu D variantı. Keçək növbəti suala. 111-ci suala baxırıq. X sıfırdan böyük, 2 də x-dan böyük olarsa ifadəsini sadələşdirin. Deməli, x-in yerinə tutaq ki, yazaq 1. Baxaq, 2 çıxılsın 1, müsbət edir. 1 qoyanda 1-dən 3-ün çıxanda -2 eləyir, mənfi. Müsbət olanda olduğu kimi, yəni 2 çıxılsın x. Mənfi olanda isə, baxın, çıxılsını qoydum, çıxılsın və nə olurdu mənfi olanda? Əksin yazırdıq. Yəni, x çıxılsın 3. Bərabərdir. Deməli, yenə də baxın, mənfi, 2 mənfi bizə nəyi verdi? Müsbət üstəgəlsin verdi artıq biz. Olur 2 çıx x, 2 çıxılsın x, üstəgəlsin x çıxılsın 3. Bərabərdir. Və burada x-lar islah oldu. 2-dən 3-ün çıxanda cavabımız oldu -1. 111-ci sualda cavabımız oldu C variantı. Keçək növbəti suala. 112-ci suala baxırıq. A sıfırdan kiçik, məsələn, A olsun -5, B sıfırdan böyük, B də olsun tutaq ki 4. Hər hansı başqa bir ədədləri də yaza bilərik.
Bunda olacaq 3 çıxılsın, A-nın yerinə qoyacaq -5. Mənfi müsbəti verir. Yəni bu ifadə eləyir 8. 3 üstə 5 8. Müsbət oldu. Müsbət oldusa olduğu kimi. Digərinə baxırıq. -3 çıxılsın B. B-nin yerinə 4 qoyuruq. Yəni -3 çıx 4. Bu da bizə verir nəyi? -7. Mənfidirsə nə olacaq? Əksinə. Birinci modul olduğu kimi, yəni 3 çıxılsın A, çıxılsın. Digəri isə nə olacaq? Əksi olacaq. Yəni qarşısına bir mənfi qoyacağıq və olacaq -3 çıxılsın B. Sonra isə nə yazır? Çıxılsın A olduğu kimi də yazır. Bərabərdir. İndi yenə də baxın, -2 mənfi bizə nəyi verdi? Müsbəti, toplamanı verdi artıq. Bu olur 3 çıx A. Üstə gəlsin, deməli bunun üstə gələndə nə olur? Toplama olanda qarşısında bütün işarələr olduğu kimi. Çıx 3, çıx B və burada çıxılsın A vardı, çıxılsın A yazdıq. Bərabərdir. 3-dən 3-ün çıxdığı, yəni 3-lər islah oldu. -A, -2A olur. -B də yerində olur. Cavabımız -2A çıx B. -2A çıx B C variantında. 112 ilə cavabımız oldu C variantı. Keçək növbəti suala. 113-cü suala baxırıq. Eyni tip suallardır, sadəcə ədədlər dəyişir və s. X sıfırdan kiçik, məsələn, x-in yerinə qoyaq, tutaq ki, -10 olsun. Necə istəyirsə yazın, heç fərqi yoxdur. Olacaq 2 çıxılsın, birinci modula baxırıq, -10. Mənfi müsbəti verir, yəni 2 üstə 10 bölür 12, müsbət oldu. Deməli, olduğu kimi olacaq. X-in yerinə -10 qoydu, -10 çıx 1, bu bərabər -11-ə. Mənfidir, deməli, əksi olacaq. Birinci modul olduğu kimi 2 çıxılsın x. İkinci modul əksi çıxılsın, yəni artıq bu toplama nə olacaq? Mənfi olacaq. Əksi çıxılsın, x çıxılsın 1 və çıxılsın x-i də olduğu kimi yazdıq. Bərabərdir. 2 çıxılsın x, çıx x, mənfi müsbəti verir. Üstə gəlsin 1 və çıxılsın x. Bu da bərabərdir. 2 üstə 1 gəldi, bu elədir 3. Çıx x, çıx x, çıx x. Yəni 3 dənə x çıxmaq. 3 çıxılsın 3x olmuş olacaq. 113-də cavabımız oldu. Y variantı. Keçək növbəti suala. 114-cü suala baxırıq. A 1-dən böyük 3-dən kiçik olduqda ifadəsinin qiymətini hesablan deyir. 1-dən böyük 3-dən kiçik tam əldə, məsələn, yazaq elə 2-ni. Baxaq, deməli, harada A gördüksə yerinə nə yazırıq? 2-ni yazaq. Burada A yerinə 2 yazanda müsbət olur, deməli, olduğu kimi. A-nın yerinə 2 yazanda bu eləyir -2, deməli, əksi olacaq. A-nın yerinə 2 yazanda 3-dən 2-sini çıxanda müsbət, deməli, olduğu kimi olacaq. Və böyük modulda olduğu kimi qalır. Böyük modul olduğu kimi yazaq. Birinci içəridəki modulları açaq. Müsbət olanlar olduğu kimi olacaq A, mənfi, yəni əksi olacaq. Artıq bu toplamada çıxmaya çevirəcək, qabağına mənfi qoyacaq, çıxılsın, əksi. Deməli, çıx olacaq -A. Sonra isə çıxılsın, müsbət olan isə olduğu kimi. Çıxılsın, 3 çıxılsın A. Yazdıq. Ümumi modulda bərabərdir. Olacaq A, çıx, yəni mənfi müsbət olur. Üzərinə gəlsin A olur. Çıxılsın 3 olur, mənfi müsbət olur. Üzərinə gəlsin, deməli A olmuş olur. Və bu da bərabərdir. A. 3 dənə toplayanda bu eləyir 3A, çıxılsın neçə? 3. 3A çıxılsın 3, cavabımız olur 114-də Y variantı. Keçək növbəti suala. 115-ci suala baxırıq. 115-ci sualda artıq bayaqki suallardan fərqli formadadır. Və burada qaydaları təkrarlayaq. Deməli, mənfinin kvadratı, yəni mənfi tutaq ki, A hər hansı bir ədəddir. Mənfi A-nın kvadratı, yəni üstündə cüt ədəd olduqda 2, 4, 6, 8 və s. olduqda cavab hər zaman nə olur? Müsbət. Və ikincidir. Deməli, mənfi A vurulsun mənfi B-yə. Mənfini mənfiyə vuranda müsbət olur. Yəni A vurulsun B olur. Mənfini müsbətə vuranda isə mənfi A vurulsun B, bu mənfi A vur B olur. Deməli, nə oldu? A-nın qüvvətində cüt olanda müsbət olur və sonra qeyd edək. Mənfi A-nın üstündə 3, yəni tək sayda qüvvət olanda. 3 dəfə öz-özünə vuranda, 5 dəfə, 7 dəfə və s. Tək qüvvət olanda isə mənfi olmuş olur. Cüt qüvvət müsbət.
Sonra nə dedik? Mənfini mənfiyə vuranda müsbət olur. Mənfini müsbətə vuranda isə mənfi olur. Və mənfinin də tək qüvvəti mənfi olmuş olur. İndi baxaq sualın özünə. Deməli, birinci və ikincisindən biz tapa bilmərik və yaxud da tapsaq belə çox vaxt aparır. Amma dedik ki, modulun qiyməti nədir? Müsbət. Z burada müsbət. Yəni burada müsbət. Ya qiyməti müsbət deyil. Burada müsbət. X-in kvadratı da nə olur? Müsbət olur. Biz y-i rahat şəkildə görə bilərik. Kubudur, yəni tək saydadır və sıfırdan kiçikdir. Və dedik ki, tək sayda olanda mənfi olurdu axı. Deməli, burada qeyd edək. X, Y və Z-dir. Y-in qiyməti nə olur? Mənfi olur. İndi aparıb yerinə qoyaq. Y burada mənfidir və X-i Y-ə vurub sıfırdan kiçik olub. Mənfini müsbətə vuranda dedik ki, mənfi olur. Deməli, X burada nəymiş qiyməti? Müsbət. X-in qiyməti oldu müsbət. X müsbət, Y mənfi. Y mənfidir və Z-ə vurub sıfırdan böyük olub. Müsbətə vursaydı, sıfırdan kiçik olacaqdı. Deməli, Z də mənfi imiş ki, mənfini mənfiyə vurub müsbət olub ki, sıfırdan böyük olub. Z-in də qiyməti nə oldu? Mənfi oldu. Deməli, cavabımız oldu müsbət, mənfi, mənfi, yəni 115-ci sualda oldu. B variantı. Növbəti 116-cı suala baxaq. Bizə ifadə verib deyir ki, aşağıdakılardan hansı yanlışdır? Y sıfırdan böyükdür, X sıfırdan kiçik. Baxın, hər hansı bir ədəd yazaq. Tutaq ki, X-in yerinə yazıram mənfi 2, Y-in yerinə yazıram isə tutaq ki, olsun 3. Bu formada da hesablaya bilərik. Deməli, olacaq mənfi X-in yerinə yazıram mənfi 2 çıx 3 bölür mənfi 5 bölünsün mənfi 2-yə. Mənfini mənfiyə böləndə, bunu da əlavə burada qeyd edirəm ki, tutaq ki, yazıram mənfi A bölünsün mənfi B. Mənfini mənfiyə böləndə də, vuranda da cavab müsbət olur. Yəni, bu ilə A bölünsün B deməkdir. Müsbət olmuş olur. Mənfi, deməli, mənfi 5, mənfini mənfiyə böləndə müsbət olur. Yəni, sıfırdan böyükdür, doğrudur. B variantına baxırıq. X-in yerinə qoyuruq mənfi 2, Y-in yerinə mənfi 3. Çıxısı mənfi 3. Onda olacaq, Y-in yerinə daha doğrusu üzrü sayın, Y-in yerinə qoyuruq 3. 2 çıxısı nə olacaq? 3. Bu edir mənfi 5. Y-in yerinə də 3 qoyanda mənfini müsbətə böləndə, yəni məsələn mənfi A bölünsün B-yə, mənfini müsbətə böləndə də, vuranda da cavab nə olur? Mənfi olur. A bölünsün B demək. Aha, burada mənfini müsbətə böləndə sıfırdan nə olmadı? Mənfi olduğunu görə sıfırdan kiçik olmalı, amma burada böyük yazıb. Demək, səhv olan olur B variantı. Digərlərini də yoxlaya bilərik. Məsələn, Y-in yerinə 3 qoyduq, X-in yerinə mənfi 2. 3 çıxısı mənfi 2, bu 3 üstə 2 5 olacaq. 5-i böləndə X-da neçədir? Mənfi 2. Mənfiyə böləndə, müsbəti mənfiyə böləndə mənfi olur. Yəni, sıfırdan kiçik. Doğrudur. D variantına baxaq. Y-in yerinə 3 qoyuruq, X-in yerinə 2. 3 çıx mənfi 2, 5 edir. Və 5-i də böləndə, deməli, Y-in yerinə 3 qoyanda, müsbəti müsbətə böləndə müsbət olur, sıfırdan böyükdür. Doğrudur. X, Y hası sıfırdan kiçikdir. Bəli. Çünki mənfi 2-ni vuranda 3-ə mənfi 6 eləyir. Mənfi 6 da sıfırdan kiçikdir. Bu da doğrudur. Keçək növbəti suala. Qeyd edim ki, məsələn, mən burada mənfi 2, 3-ü götürdüm. Başqa ədədlərdə götürə bilərsiniz. Heç bir fərqi yoxdur. Baxaq növbəti suala. 117-ci suala baxırıq. A B-dən kiçikdir, B də sıfırdan kiçikdir. Məsələn, B-nin yerinə tutaq ki, qoyaq mənfi 1, A da olsun tutaq ki, mənfi 2. Baxaq. Başqa ədədlərdə götürə bilərik, heç bir fərqi yoxdur. A-nın yerinə yazdıq mənfi 2, B-nin yerinə mənfi 1. Mənfi 2 üstə gəl mənfi 1 oldu, yəni mənfi 3 etmiş oldu. Deməli, üstəki modul nə olacaq? Əksi olacaq. Bir də saniyə. Bu qaydaları ekrandan silirəm, yəni bunları yadda saxlayın, mütləq qeyd edin. Və nümunələri özünüz də yazın ki, mahiyyət də yadınızda qalmış olsun. Deməli, olacaq 3 üstə gəlsin, kəsirin üstündəki deyək mənfi olduğuna görə modul. Əksi olacaq, yəni mənfi A üzərinə gəlsin B olmuş oldu. Mənfi olanda əksi. Aşağı baxaq. Aşağıda birinci deməli, A-nın yerinə mənfi 2 qoyanda mənfi nəyə verdi? Müsbəti. Yəni bu modul, yəni buradakı hələ modul olduğu kimi olacaq. İkinci moduldan bir işim yox. B çıx olduğu kimi mənfi A. Hələ ikinci moduldan bir işim yox. Bərabərdir. Olacaq 3 üstə gəlsin mənfi A üzərinə gəl B olduğu kimi qaldı. Hissə göstərək ki, tam aydın olsun. İndi baxın ikincisinə. Deməli, bunun açılışı olacaq mənfi nəyə verir? Müsbəti. Yəni, olacaq modulda B üzərinə gəlsin nə? A. Bu da modulda oldu.
Eyni ifadələrdirmi? Bəli. A plus B, B plus A. Eyni şey. İxtisar getdi. Yerdə nə qaldı? 1 qaldı. Onda olacaq nə? Aşağıdakı moduldan çıxartmamışıq. Üzr sayın. Bir saniyə. Aşağıdakını da moduldan çıxardıq. Elə bir də mötərizədə böyük modulda qalmış. Birincisi, burada qeyd edək. A-nı özün moduldan çıxartdıq. İkinci modulumuz qalıb. İndi B üstəgəlsin, B-nin yerinə neçə qoyurduq? -1. A-nın yerinə neçə qoyurduq? -2. -1 üstə -2, -3 etmiş olur. Yəni mənfi olur. Mənfi isə nə olmalıdır? Bunun əksi. Əksi olmalı. Onda olacaq 3 üstəgəlsin mənfi. Sürət olduğu kimi yaz. A üzərinə gəlsin B. Aşağıda mənfi olduğuna görə modun qiyməti nə olur? Əksi. Mənfini verir qabağa, olur B üstəgəl A. Və fikir verin. Artıq məxrəc sürət ikisi də eyni oldu. Mənfilər getdi. Bunlar da bir-birini ixtisar getdi. Yerdə nə qaldı? Nə boydan? Bir dənə 1. Cavab olur nə? 3 üstəgəlsin 1. Bu deyilir 4. Yəni A variantı. Keçək növbəti suala. 118-ci suala baxırıq. Modulla x bərabərdir -x-a. Bu elə bizim qaydamızda vardır da. A sıfırdan kiçikdirsə, modulda A bərabər oldu nəyə? -A-ya. Deməli, buradan bilirik ki, x nədən kiçikdir? Sıfırdan kiçikdir. X sıfırdan kiçikdir və x ilə y-i toplayıb sıfırdan böyük olub. Onda buradan da başa düşürük. Y özü nədən böyük olmalıdır? X-dan böyük olmalıdır ki, bunların cəmi həm x-dan böyük, həm də nədən böyük olmalıdır? Y özü bir də sıfırdan böyük olmalıdır. Həm x-dan böyük, həm də təbii ki, nədən böyük? Sıfırdan böyük olmalıdır. Belə qeyd edirik elə burada. X deməli sıfırdan kiçik oldu. Y həm böyük olmalıdır, sıfırdan böyük olmalıdır ki, bunların cəmi sıfırdan böyük olsun. Onda deməli x-in yerinə tutaq ki, yazaram -2, y-in yerinə yazaram tutaq ki, 4. Həqiqətdən də -2 ilə 4-ü toplayanda 2 eləyər və sıfırdan böyük olmuş olur. İndi baxaq. Birinci modula. X-in yerinə -2 yazanda mənfi nə verir? Müsbət. Deməli, olduğu kimi yazılacaq modul. Sonra yazırıq x-in yerinə -2 çıx 4, -6 eləyir. Deməli, əksinə yazılacaq. X-in yerinə -2 yazanda deməli, mənfi müsbət edir. Yəni, artıq olur 2 çıxılsın 4. Y-in yerinə də 4 yazırıq. Yəni, 4-ün çıxanda -2 eləyir. Modun qiyməti mənfi olduğuna görə nə olacaq? Əksi yazılmış olacaq. Müsbət olanlar olduğu kimi, yəni birinci modul olduğu kimi -x çıxılsın. İkinci mötərizədə deməli, daha doğrusu modulda mənfi olduğuna görə əksi. Bir dənə buradakı çıxılma yazmışıq və mötərizə açırıq. Həmin ifadənin nəyi? Əks x çıx y. Üstəgəlinsin burada qeyd etdik. Burada yenə nə var? Mənf var, yəni əksi olacaq. Artıq buradakı üstəgəlmə nəyə çevriləcək? Biz də buradan elə silək. Üstəgəlmə çevriləcək çıxmaya. Çıxılsın. Həmin bu ifadənin nəyi? Mənfi olduğuna görə əksi. Çıx. Bir dənə də mötərizə atıram. Deməli, -x çıx y. Aha, bu da bərabərdir deməli. -x 2 dənə mənfi. Baxın, 2 mənfi birləşdirirsiniz. Belə bu mötərizədə olur toplam. Olur -x üstəgəl x çıx y. Bu üstəki bitdi. 2 dənə mənfi nəyi verdi bizə? Müsbəti. Müsbət mənfi nəyi verir? Deməli, mənfini vermiş olur. Yəni, buradakı mənfini. Çıx. Burada da mənfi. Mənfi müsbət. Üstəgəl x olur. Mənfi üstəgəl y olmuş olur. Bu da bərabərdir deməli. Y-lar islah oldu. -x ilə x getdi. Yerdə bir dənə tənha nə qaldı? X qalmış oldu. Yəni, cavabımız oldu nə? X, D variantı. Bəs bunun başqa yolu necədir yoldaşlar? Bunun əlavə bir yolunu da göstərim. Baxın, burada x-a hər hansı bir ədəd verməmişdik. Həmin ədədi hesablayıb belə tapa bilərik. Yəni, necə? Məsələn, burada x-a neçə yazmışdıq? X-a yazdıq, dedi x-in qiyməti olsun -2. Düzdürmü? Y-ə neçə yazdıq? 4 yazdıq. Hesablayaq. -2. X-in yerinə -2 qoyanda mənfi müsbət. Yəni, olur 2. X-in yerinə yazırıq -2, y-in yerinə 4. Çıx 4. -2 çıx 4. -6 müsbəti verir də bizə. Modun qiyməti müsbət. 2 çıx 6 üstəgəlsin.
X-in yerinə mənfi 2 qoyanda mənfi müsbət olur. Yəni 2. Y-in yerinə də 4. Çıx 4. 2-dən 4-ün çıxanda mənfi 2 verir və modulun qiyməti hər zaman nədir? Müsbət. Yəni bu da elədir 2. 2 çıx 6 və üstə gəlsin deməli neçədir? 2-dir. 2-nin hansını çıxanda mənfi 4, bu da müsbət 2, cavab eləyir mənfi 2. Cavabı neçə tapdıq? Mənfi 2. Variantlara baxın, hansı mənfi 2 eləyir? X-in qiyməti onsuz mənfi 2 deyil miydi? Biz neçə tapmışıq? Mənfi 2. Deməli, X ilə bərabərdir mənfi 2-yə. Yəni, cavabımız elə nə olmalıdır? Mənfi 2 olan variant, yəni X olmalıdır. Bitdi. Başqa ədədlər də götürüb, yoxlaya bilərsiniz, eyni cavabı almış olacaq. Keçək növbəti suala. 119-cu sualda bizə deyir ki, ifadəsi neçə fərqli qiymət ala bilər? Baxırıq ki, bir dəfə modulda x çıxılsın 1-dir. Bir dəfə də 1 çıxılsın x. 2 mümkün hal ola bilər. Deməli, bir dəfə x böyük ola bilər 1-dən. İkinci mümkün hal isə x kiçik olar nədən? 1-dən. Hər hansı bir qiymət götürə bilərik. Məsələn, x 1-dən böyük, hər hansı bir şey yazaq. Olsun 5 götürək. X 1-dən kiçik, tutaq ki, yazaq mənfi 4. İstənilən ədəd yaza bilərik. Yəni, ədədlərlə tapaq daha rahatdır. Nəinki mənfi müsbət ilə də tapa da bilərsiniz. Heç bir fərqi yoxdur. Ədədlərlə yazıram ki, sizə də tam aydın olsun. Deməli, birinci mümkün hala baxaq. X-in yerinə qoyacağıq, X-in yerinə 5 qoyanda. X-in yerinə 5 qoyanda 5-dən 1-in çıxanda olur neçə? 4. Oldu 4 bölünsün, yəni kəsr xətti. X-in yerinə 5 qoyanda 5-dən 1-in çıxanda 4-dür. Çıxılsın 2, üstə gəlsin. X-in yerinə neçə qoyuruq? 5. 1-dən 5-in çıxanda bu eləyir mənfi 4. Mənfi 4. Və 1-dən deməli 5-in çıxanda bu eləyir modulda mənfi 4. Modulun qiyməti hər zaman nə olur? Müsbət olur. Yəni, müsbət 4 olmuş oldu. Və bu da bərabərdir. 4-ü 4-ə böldü, oldu 1, çıx 2. Üstə gəlsin, mənfi 4-ü 4-ə böləndə artıq mənfi 1 olmuş oldu. Və deməli, burada olacaq cavabımız neçə? Cavabımız olacaq deməli. Mənfi 1, mənfi 1. Mənfi 3. Mənfi 3-dən 1-in çıxanda cavab oldu mənfi 2. Bu yadda qalsın. İkinci hala baxaq. İkinci halda isə x kiçikdir 1-dən. X-in yerinə neçə qoyaq? Mənfi 4 qoyaq. Başqa ədədlərdə götürə bilərsiniz yoldaşlar. Heç bir fərqi yoxdur. X-in yerinə mənfi 4 qoyanda mənfi 4 çıx 1. Bu edir mənfi 5. Və modulun qiyməti nə olur? Bərabərdir modulda mənfi 5. Modulun qiyməti nə? Müsbət olur. 5. Oldu 5 bölünsün. Deməli, x-in yerinə mənfi 4 çıx 1 mənfi 5 olur. 5 bölünsün mənfi 5-ə. Çıxılsın 2. Üstə gəlsin 1. Buradakı ifadəyə baxarıq. 1 çıx deməli mənfi 4. Bərsinə toplama olur. 1 üstə gəl 4. Nəyə verir bizə? 5. Olur artıq 5. Bir dəfə yazaq. 5. Kəsr xətti. Sonra x-in yerinə nəyə qoyuruq? Mənfi 4-ü. 1 çıx, yenə təkrar yazsaq mənfi 4. Bu edir modulda 5. Modulda 5 ilə 5-i vermiş olur. Bölünsün 5 olur. Bərabərdir. 5-i mənfi 5-ə böldü. Bu oldu mənfi 1 çıx 2. 5-i 5-ə böləndə 1 edir. Üstə gəlir 1. Mənfi 3-dən 1-in çıxanda cavab elədi neçə? Mənfi 2. Hər ikisində baxın yoldaşlar. Hər ikisində cavabı neçə aldıq? Mənfi 2, mənfi 2. Yəni, fərqlidirmi? Xeyr. Sadəcə bir dənə fərqli qiymət aldı. Yəni, mənfi 2-ni ala bilir. Və məsələn, biz x-i bir dəfə 5 götürdük, bir dəfə mənfi 4. Siz istəsəniz x-i bir dəfə 2050 götürün, bir dəfə də istəyirsiniz mənfi 700 götürün. Heç bir fərq yoxdur. Eyni cavabı almış olacaq. Keçək növbəti suala. 120-ci sualda bizə deyir. A kiçikdir mənfi 1-dən. A mənfi 1-dən kiçik, məsələn, olsun mənfi 2. Bitdi. Aşağıdakilərdən hansı doğrudur deyir. Mənfi 2. Kubun dediyi ki, hər hansı bir mənfi ədədin kubu nə olmalıdır? Kvadratından, kvadratı müsbət olur, kubu isə mənfi. Mənfi ədədi müsbətdən böyük ola bilərmi? Xeyr. A getdi. Sonra deməli, kub kvadratdan böyük ola bilərmi? Xeyr. Çünki mənfi ədəddir. C getdim. Sonra baxırıq deməli, kub, kvadrat, kubu özündən. Deməli, B variantı qalsın. Baxaq deməli, mənfi 2-nin kvadratı 4 eləyir. Bəli. Mənfi 2-nin kubu mənfi 8 eləyir. Bu da mənfi 2. Mənfi 8 mənfi 2-dən böyükdürmü? Xeyr. B getdim. D variantına baxırıq.
A-nın kubu, yəni -2-nin kubu -8. A-nın yerinə yazdıq -2, -2 -8-dən böyük. Bəli. -2-nin kvadratı 4. Bəli, elə doğru variant olur. D variantı. Y variantını da yoxlayaq. -8 kiçikdir 4-dən, bəli. Amma 4 kiçikdirmi -2-dən? Xeyr. Y də yanlışdır bildiniz. Y, A, C, B yanlış. Cavabımız oldu 120-də D variantı. Keçək növbəti suala. 121-ci suala baxırıq. 121-də A 1-dən kiçik, 0-dan böyükdür. Aşağıdakilərdən hansı doğrudur? Məsələn, A bərabər olsun 0,1-ə. Onda A-nın kvadratı bərabər olacaq 0,100-də 1-ə. A-nın kubu bərabər olacaq 0,1000-də 1-ə. Arxasına sıfırlar yazaq, seçinə tam aydın olmuş olsun. Deməli, A oldu 100, kvadratı 10, kubu isə 1. Vergildən sonralarına baxırıq. Ən böyük olacaq onda A. A-dan kiçikdir A-nın kvadratı, kvadratdan kiçikdir A-nın kubu. Cavabımız olacaq deməli C variantı. Keçək növbəti suala. 122-ci suala baxırıq. İşarələri bizdən soruşur. Deyir ki, cüt dərəcə müsbəti də, mənfisi də nə olur? Müsbət olur. Ona görə cüt dərəcə olanları 6-dır, 4-dür. Baxmırıq. İndi baxaq. Deməli, A-nın kubu 0-dan kiçik. Deməli, A mənfidir. Sonra C üstü 5. 0-dan kiçikdir. Tək qüvvətli. Deməli, C də mənfidir. A mənfidir və A-nı B-yə vurub 0-dan kiçikdir. Mənfini mənfiyə vuranda müsbət olurdu, amma mənfini müsbətə vuranda mənfi olur. Deməli, B müsbət olmalıdır ki, mənfini müsbətə vuraq, 0-dan kiçik ədəd olsun. B də oldu müsbət. Deməli, mənfi, müsbət, mənfi. Cavabımız oldu C variantı. 123-cü suala baxaq. Yenə də cüt qüvvətlərə baxmırıq, silirik bunları. Deməli, A 0-dan kiçik. A deməli mənfidir. Qeyd etdik. C də 0-dan kiçik. Deməli, C də mənfidir. A mənfidir və mənfini deyir ki, müsbətə vuranda mənfi olar ki, 0-dan kiçik olsun. Deməli, B müsbət. Mənfi, müsbət, mənfi. Eynən cavabımız olur C variantı. 124-ə baxaq. Cüt qüvvətlərə baxmırıq. Cüt qüvvətlər hər zaman müsbət olmuş olur. Y 0-dan kiçik. Deməli, Y mənfidir. Sonra X 0-dan kiçik. Deməli, X da mənfidir. X-a da mənfini yazdıq. Deməli, Y, X. İkisi də mənfi, mənfi olur. Mənfini mənfiyə vuranda cavabımız nə olur? Müsbət olmuş olur. Yəni, X, Y artıq nə oldu? Müsbət oldu. Və müsbət ədəd Z-ə vurub 0-dan böyük olur. Müsbəti müsbətə vuranda cavab müsbət olar. Yəni, 0-dan böyük olur. Deməli, Z isə müsbət. Mənfi, mənfi, müsbət. Cavabımız oldu C variantı. Növbəti 125-ə baxırıq. Cüt qüvvətləri silirik. Daha rahat tapaq. A 0-dan böyük. Deməli, A böyükdür 0-dan. Yəni, A, B, C yazaq. A 0-dan böyük, yəni müsbət ədəddir. C 0-dan kiçik, mənfi ədəddir. Və B üçün baxaq. B də 0-dan böyük, müsbət ədəddir. İndi bizdə deyir ki, hansı doğrudur? A variantını yazıb C böyükdür 0-dan. C xeyr, 0-dan böyük deyir, mənfidir. A 0-dan kiçik, xeyr, müsbətdir. Sonra A-nı C-yə vuranda deyir 0-dan böyük. Müsbəti mənfi ədədə vuranda cavab mənfidir. Yəni 0-dan kiçikdir. Bu da yanlışdır. 2 dəfə B yazıb buna. Bir şey etməz. Neysə, davam edirik. B-ni C-yə vurub 0-dan kiçik. Bəli, müsbəti dedik ki, mənfiyə vuranda cavab nə olur? Mənfi olur. Yəni 0-dan kiçik. Doğru variant olur D variantı. Y variantına baxaq. Deməli, müsbət, müsbət, mənfi. Müsbəti müsbətə vuranda müsbət, bir də mənfiyə vuranda cavab mənfi olur. Yəni 0-dan kiçik olmalı. Burada isə böyük yazıb. Yanlışdır. 125-də də cavabımız oldu. D variantı. Keçək növbəti suala. 126-ya baxırıq. Yenə də kvadratlara, yəni cüt qüvvətləri silirik. Daha rahat tapaq. B 0-dan böyük. Bunu başqa yolla deyək. Baxın, məsələn, tutaq ki, olsun B 0-dan böyük 1. Sonra A-nı yazaq. A deməli B 0-dan böyük oldu. C burada baxırıq 0-dan kiçik. C məsələn bərabər olsun. Bax, C-yə yazaq, tutaq ki, -2. C oldu -2. C mənfidir. Mənfini deməli mənfiyə vurmaq lazım ki, müsbət olsun, 0-dan böyük olsun. Deməli, A da mənfidir. A-ya da yazaq, məsələn, olsun -3. Yəni, ədədlərlə də yaza bilərsiniz. Mənfi, müsbət qiymətini yaza bilərsiniz.
Baxın indi A variantında deyir ki, A sıfırdan böyük, mənfi 3 sıfırdan böyük deyil. B-yə baxırıq, B sıfırdan kiçik, xeyr, 1 sıfırdan kiçik deyil. C variantında C sıfırdan böyük, xeyr, mənfi 2 sıfırdan böyük deyil. A vurulsun B sıfırdan böyük, xeyr. Baxın, mənfi 3-ü vuranda 1-ə mənfi 3 eləyir. Mənfi 3 sıfırdan böyükdürmü? Xeyr, deyilə yanlış. E variantına baxırıq. BC, deməli B vurulsun C sıfırdan kiçik. Bəli, mənfi 2, C mənfi 2-dir. Vuranda 1-ə mənfi 2 eləyir, mənfi 2 də sıfırdan kiçikdir, doğru. 126-da cavabımız olur E variantı. Keçək növbəti 127-yə. Cüt qüvvətləri silirik. Daha rahat tapaq. Deməli, burada B olacaq sıfırdan kiçik, B sıfırdan kiçik. Sonra C sıfırdan böyük, C böyükdür sıfırdan və A da sıfırdan kiçik. A sıfırdan kiçik, B sıfırdan kiçik, C isə sıfırdan böyük. Elə cavabımız olur 127-də A variantı. Neyinirik? Cüt qüvvəti harda gördüksə silirik. Bu tip məsələdə daha rahat tapırıq. Baxın, 128-də eyni cüt qüvvət gördük, sildik. Deməli, B-ni tapa bilərik. B sıfırdan deməli nə olacaq? A, B və C qeyd. B sıfırdan böyük. Sonra B sıfırdan böyükdür, yəni müsbətdir. B ilə artıq bir işimiz yoxdur. Müsbəti mənfiyə vuranda mənfi eləyir, müsbəti müsbətə vuranda müsbət eləyir. Yəni bir işarə digər ədədin işarəsini dəyişmir. C sıfırdan nə olacaq? Kiçik, yəni mənfi. C mənfi oldu. C mənfidir. Və sıfırdan kiçik olacaqsa, deməli mənfini mənfiyə vursaq, müsbət olar, sıfırdan böyük olur. Onda əksinə A olmadı, A da müsbət olmadı. Yerinə hər hansı bir ədədlər də yazıb görə bilərik. İstəki məsələlər kimi fərqi yoxdur. Demək, cavab olacaq müsbət, müsbət, mənfi. 128-də oldu D variantı. Keçək növbəti suala. 129-cu suala baxırıq. Deməli, B modulda A-dan böyükdür. Modulda A qiyməti hər zaman nə olur? Müsbət olur. Yəni, modulda olduğuna görə A-nın qiyməti yox. Modulda olduğuna görə müsbət olur. B də müsbət ədəddən böyükdür. Deməli, onda B nədən böyükdür? Sıfırdan böyükdür. Bu bizim yadımızda qalır. B böyükdür sıfırdan. B müsbət. Müsbəti mənfi ədədə vuranda cavab sıfırdan kiçik olur. Yəni, mənfi olur. Deməli, onda A da kiçikdir sıfırdan. A sıfırdan kiçik, B isə sıfırdan böyük. A sıfırdan kiçik, B sıfırdan böyük. Cavabımız olur elə 129-da A variantı. 130-a baxaq. A vurulsun B bərabərdir mənfi açıq B bərabər 5 olarsa bizə ifadə verib, deyir ki, bu ifadənin qiymətini tap. Bu ifadəyə keçməmişdən əvvəl, baxın, AB hasilidir nəyə bərabərdir? 5-ə bərabərdir. Yazırıq ki, AB bərabərdir 5-ə. Sonra isə yazıb ki, mənfi A çıx B, bu da bərabərdir 5. Burada mənfini qarşıya çıxarsaq və yaxud da hər tərəfi mənfi 1-ə vursaq, belə də fikirləş. Qarşıya çıxarda bilərik, mənfi 1-ə də vura bilərik. Mənfi 1-ə vuranda, mənfi mənfiyə vuranda müsbət olur A, üstlər yansın artıq B olur, bərabərdir mənfi 5-ə. İndi baxın, hasilləri, yəni A vurulsun B bərabərdir 5-ə, cəmləri də mənfi 1. Cəmləri mənfi, hasilləri isə müsbət. Bu ancaq nədə uyğundur? Ancaq mənfi ədədlərdir. Yəni, A da mənfi, B də mənfidir. A da mənfi, B də mənfi. Onda olacaq A, yəni kiçikdir sıfırdan, B kiçikdir sıfırdan. İşarələrini təyin etdik. İndi burada ortaq məxrəc gətirəndə olacaq 1 bölünsün B, yazaq bura, çıxılsın 1 bölünsün modulda nə? A. Və həll edək bunu. Onda olacaq 1 bölünsün. Modulda A-nın açılışı nə olacaq? A sıfırdan kiçikdirsə nə olurdu? Modulda A mənfi A kimi çıxırdı. Mənfi A-ya vuraq. Bir dəfəni ortaq məxrəcə gətirək. Bu tərəfə vuracaq mənfi A-ya, bu tərəfə isə vuracaq B-yə. Onda olacaq 1-i vuranda mənfi A, mənfi A, bax, burada yazaq. Mənfi A çıxılsın 1-i B-yə vuranda B. Bölünsün. Məxrəci də olacaq B-yi vuranda mənfi A, mənfi A, B. Bu da bərabərdir. İndi yerinə qoyaq. Mənfi A çıxılsın B. Baxın, burada ifadəni vermişdim. Mənfi A çıxılsın B nəyə bərabərdir? 5. Sürətində neçə yazıram? 5. AB hasili. Baxın, mənfisi ilə bir işim yoxdur. Bax, mənfi olduğu kimi yerində qalır. AB hasili. AB hasili də nəyə bərabər edir? 5-ə bərabər edir. Amma bunun qarşısında nəyi var? Mənfisi. Mənfisini verdim qabaq. 5-i də 5-ə böləndə 1, mənfisi olduğuna görə cavab eləyir mənfi 1. Müsbət ədədi və yaxud da mənfi ədədi.
Bir-birinə vuranda da böləndə də cavab nə olur? Mənfi olmuş olur. 130 lira cavabımız oldu. C variantı. Keçək növbəti suala. 131-ci suala baxırıq. Ədədin tam hissəsini soruşur. Ümumiyyətlə qaydalarımızı təkrarlayaq. Tam hissə nədir? Deməli, ədədi tapmaq üçün tam hissə tərəfinə gedir. Tam hissə üstəgəl kəsr hissə 2 ilə qeyd edilir. Bu bərabərdir ədədi. Ədədi də ə hərfinə qeyd edilir. Nə deməkdir? Məsələn, tutaq ki, yazıram ki, 7 üstəgəlsin 3/1. 7 tam hissədir. Kəsr hissə 3/1-dir. Bu bərabər olur ədədin özünə. 7 tam 3/1. Bitdi. Bir də nəyi yadda saxlayın? Yadda saxlayın ki, kəsr hissədən söhbət edirsə bu tip məsələdir. Kəsr hissə, həmin kəsr hissə 1-dən kiçik, 0-dan böyük olmalı. Kəsr elə bu deməkdir. Yəni düzgün kəsrdən söhbət gedir təbii ki. Kəsr hissə 0-dan böyük, 1-dən kiçikdir. İndi baxaq suallara. 3 tam onda 4 ədədən tam hissəsini tapın. Tam hissəsi baxın belədir. Bu 3 tam üstəgəl vericilə ehtiyac yoxdur. 3 üstəgəl 0,4 demək. Tam hissəsi 3. Cavabımız oldu A variantı. Sonra 132. Mənfi 7,6 ədədin tam hissəsini tapın. Bütün məsələlərdə əzbərə bilməyə ehtiyac yoxdur ki, mənfi 7,6 mənfi 8 götürək. Hardan gəldiyində baxın onsuz burada qeyd etmiş. Ədədin tam hissəsi üstə kəsr hissəsinin gəlində ədədin özü alınır. Bu nə deməkdir? Bax. Tam hissəsi, bunu belə göstərim. Yəni mənfi 8-in üzərinə 0,4-ü gəlib və ədədin özü alınıb. Yəni mənfi 7,6 alınıb. Və yaxud da bunu belə fikirləşin. Tam hissə hər zaman verilən ədəddən, yəni onluq kəsr şəklində kəsirdən verilən ədəddən nə olur? Kiçik olur. Əgər bu müsbət ədəd olsaydı, tutaq ki, 7,6-dan kiçik ən böyük tam müsbət ədədi neçədir? Nə deyərdiniz? Deyərdiniz 7. Amma mənfi ədədlərdə necədir? Əksinədir. Mənfi ədədlərdə bildiyimiz o kiçik ədədlər böyük, böyük ədədlər kiçik olur. Yəni mənfi olanda artıq mənfi 7,6-dan kiçik, amma ən böyük ədəd, daha doğrusu mənfi 7,6-dan böyük, kiçik ən böyük ədəd hansıdır? Kiçik amma ən böyük. Kiçik amma ən böyük hansıdır? Deyirsiniz mənfi 8. Və qaydamız necədir? Tam hissə ilə kəsr hissəsini toplayanda ədədin özü alınmır. Deməli, onda ədədin özündən tam hissəsini çıxsam, toplanacaq kimdə? Nə alınacaq? Kəsr hissə alınacaq. Və ya ədədin özündən kəsr hissəsini çıxsam, nə hissəsi alınacaq? Tam hissəsi alınmış olacaq. Yəni, toplanacaq, sadəcə yerini dəyişdir. İndi ona görə bu ədədin tam hissəsi nə olur? Mənfi 8 olmuş olur. Yəqin ki, aydın olmuş oldu. Niyə mənfidə göstərilən hissədən bir artığını götürürük? Əsas mahiyyətini anlamaqdır. Gerisi onsuz. Türklər demişdim. Piyasko işlər. Neyse, davam edirik 133. Nə deyir bizə? Ədədlərin tam hissələrinin cəmini tapın. Artıq qaydanı demişdik. Mənfi 3,7 tam hissəsi mənfi 4. 2 ilə tam da olduğu kimi müsbət ədəddə isə özü olur. Üstəgəl 5 və burada bir də 3-ümüz ayrı düşüb bölgədən. 2, 5, 7, o da 3, 10. Ondan 4-dən çıxanda cavab eləyir 6, C variantı 133-dən. Keçirik növbəti 134-ə. Ədədin tam hissəsini tapın. 12-dən təxmini kök çıxır neçə? 3 tamamda neçələrsə. Müsbət ədədsə ilə özü. Cavab oldu nə? B variantı. 135 tam hissəsini tapın. 3-dən kök çıxır təxmini 1,7. 6-nı 1,7-yə vurub tam hissəsinin 10,da neçə tapa da bilərsiniz. Və yaxud da digər yolu nə edərik? 6-nı kvadrata yüksəldərik kökə salıb. Vur 3-ə. 6-nın kvadratı 36. 3-ə vuranda 18. Deməli 3,9 o bir 108. 108-in də kök neçə çıxır? Təxmini 10,da neçələr? Tam hissəsi 10. Bitdi. Sonra 136 ədədin kəsr hissəsini tapın. Müsbət ədəddə kəsr hissə deyirsə, elə kəsr hissə hansı olacaq? 0,3. Yəni ədədin özündən, ədədin özü neçədir? 5,3-dən. Baxın, burada qeyd etmiş. Ədədin özü çıx tam hissə, onu silək, ayrıca yazaq. Yadınızda qalmış olsun.
Sualları buna uyğun həll et. Deməli, tam hissəni, bax yazırıq, tam hissə T hərfi ilə qeyd edək. Kəsir hissə ilə yazaq. Ədəd J ilə yazaq. Təbii ki, zarafat edin, ədədi də ə ilə yazırıq. Deməli, tam hissə üzərinə gəl, kəsir hissə bərabərdir. Ədəd yerlərini dəyişsək, ədəd çıx tam hissə kəsir verər. Ədəd çıx kəsir tam hissəni verər. Bitdi. Toplan cəm kimi. Baxın, burada bitdi. İndi hardan gəldiyini əsas oda mahiyyəti bilir. Biz nə edirik? Ədədin kəsir hissəsini soruşursa, ədədin özündən tam hissəsini çıxırıq. 5,3-dən 5-in çıxanda bax 0,3 oradan gəlir. Ona görə müsbət ədəd ilə arxasındakını götürürsüz. 136-da cavab elədim. A variantı. 137. Ədədin kəsir hissəsini tapın. Dedik ki, ədədin özündən, niyə məsələn bəzən deyirlər, mənfi də göstərsə, kəsir hissəsini soruşursa, kəsir hissəsi hər zaman müsbət alınır. Bu müsbət hardan gəlir? Bayaq göstərmişdik ki, niyə mənfi 2-dirsə, biz mənfi 3 götürürük. Çünki mənfi 2-dən kiçik, amma ən böyük tam ədədi neçədir? Mənfi 3-dür. Və qaydamız necə idi? Ədədin özündən tam hissəsini çıxanda kəsir hissəsini tapırıq. Ədədin özü mənfi 2 tam %75 çıx. Deməli, ədədin nəyi? Tam hissəsi. Tam hissəsi neçə idi? Mənfi 3-ü çıxırıq. Mənfi bu müsbət olur. Ona görə 3-dən 2 tam %75-in çıxanda 0,25 qalır. Yəni, bu bir qaydadır. Başqa cür necə eləyə bilərsiniz? Başqa cür də belə eləyə bilərsiniz. Ümumiyyətlə, mənfi ədəddə də, müsbət ədəddə də kəsir hissə hər zaman nə olur? Müsbət olur. Yəni, böyük olur nədən? 0-dan böyük. Başqa cür də belə 1 çıx, kəsir hissəni 0,75 deyilir nə qədər? 0,25. Bir dənəsində ətraflı deyək. İndi digərlərində nə edək? Qırıcı təyyarə kimi keçirək. Ya da yavaş-yavaş gedək elə. Normal başa düşəsiniz. Ya da qatarla gedək. Əsas odur. Davam edək. Ədədlərin kəsir hissələrinin cəmini tapın. Kəsir hissələri. Aha. Deməli, 1-dən çıxarıq 0,7-sin və yaxud da 3-dən çıxırsınız. Çünki mənfi 2,7-dən mənfi 3-ü çıxanda toplama olur. 3-dən 2,7-sin çıxanda 0,3. Müsbətdə isə olduğu kimi bu da eləyir 0,3. Toplayırıq. 3, 0,6 cavabımız olur. Y bəndi. Növbəti 139-am. Ədədin kəsir hissəsini tapın. Kəsir hissəsini tapmaq üçün ədədin özündən tam hissəsini çıxırıq. 3-dən təxmini kök neçə çıxır? Təxmini 1,da neçəsə. Yəni, tam hissəsi oldu neçə? 1. Ədədin özü kökdə 3-dür. Çıx tam hissəsin 1. Yəni, kökdə 3-dən 1 çıxanda biz kəsir hissəsini tapırıq. 139-da da cavabımız oldu. Y. 138 ilə oldular. Yaxın dost. Keçək növbəti suala. 140-cı suala baxırıq. 140-da 5 kökdə 3 ədədinin kəsir hissəsini tapın. Kəsir hissəsini tapmaq üçün ədəddən tam hissəsini çıxırıq. Tam hissəsini tapaq. Deməli, bu bərabərdir. 5-i kvadrata yüksəldirik və vurarıq 3-ə. 25-i 3-ə vuranda bu eləyir kök hatta 75. 75-dən də təxmini çıxır kök. Deməli, 8 tamamda neçələrsə. Yəni, tam hissə oldu neçə? 8. Ədədin özü neçədir? Ədədin özü də 5 kökdə 3-dür. Deməli, ədədin özündən 5 kökdə 3-dən çıxanda tam hissəsin 8-i biz nəyi tapırıq? Kəsir hissəsini. 140-da da cavabımız oldu C variantı. 141-ci suala baxaq. İfadəsinin qiymətinə bərabər olan ədədin tam hissəsini tapın. Aha. Ekranı silək. Qaydalar artıq yadımıza qalsın. Bir tərəfə qeyd edək. Çünki ekran kiçik olduğuna silməyə məcbur ol. Ədədi tapaq. Deməli, mötərizənin içindəki rəqəm qədər dövr olunur keçirərdə nə yazılır? Rəqəmin sayı qədər 9, kənardakı qədər 0. Yəni, bu eləyir 900-də 123-dən çıxırıq nəyi? 12-si. 1 bölünsün. 1-i böləndə kəsirin məxrəcinin sürəti dəyişir. Olur 900 bölünsün 111-ə. Hər biri 3-ə ixtisar edər. 300 bölünsün neçə olar? 37. 337-yə böləndə düşər təxmini neçə rəqəm?
8, bəli, 8 tam 37-dən 56, 24, 29, deməli, 8, 7, 56, 8 üçün 24, o da 5, 29, 296, qalar neçə? 4. Aha, 8 tam 37-də 4. Nəhayət ki, tapdıq. Nə soruşur indi bizdən? Ədədin tam hissəsini tapın. Tam hissəsini 8-i tapmışıq. Kəsrlə nə işimiz var da? Cavab oldu C variantı. 142-yə baxaq. 20-də 17 kəsrin tərsi ilə kəsr hissəsinin hansını tapın. Kəsr hissə dedik ki, kəsr hissə kiçikdir 1-dən, böyükdür 0-dan. 20-də 17-də deməli 1-dən kiçik 0-dan böyükdür. Bu kəsr hissəsidir. Yəni tərsi deyəndə nə edirik? Tərsi deyəndə 1-i bölürdü göstərilən ədədə. 1-i də böləndə tərsini tapın. 20-də 17 bu olur 17-də 20. Və kəsr hissəsi nə olacaq? Elə 20-də 17-nin özü. Çünki 1-dən kiçik 0-dan elə böyük. Bunlar bir-biri ilə dalaşacaq və yerdə sadəcə nə qalacaq? İxtisar getdi, 1 qalmış olacaq. Cavabımız olacaq 142-dən A variantı. 143. Kəsrin tam və kəsr hissələrin hansını tapın. Deməli, dedik ki, kəsr hissə 1-dən kiçik, 0-dan böyükdür. 3-də 37 bu qaynaq pozur. Biz bunu düzgün kəsrə çevirək, yəni qarışıq ədəd formasını. 37-nin 3 əbərinə düşür 12 tam 3-də 1. Tam hissəsi 12, kəsr hissəsi 3-də 1. 12 vur 3-də 1. 12 ilə 3 ixtisar edər, cavab edər 4. D variantı. 143-də. 144 ədədin tam hissəsini tapın, bərabərdir deyirik. Nə edərik? Kök altında 4-ü kvadrata yüksəldərik, vurulsun 3. 16-ın 3 əvvəlində bölük kök altında 48, bundan da təxmini kök çıxır 6 tam ondan neçələrsə, tam hissəsi lazım bizə. Cavab olur 6. C variantı. 145. Aşağıdakı ədədlərdən hansının kəsr hissəsi ən kiçikdir? Mənfi olanda deyirik nə olur? 1-dən çıxırıq və yaxud da əksinə, yəni mənfi 1,3-dən tam hissəsi mənfi 2-nin çıxanda müsbətə dönür artıq. Çünki çıxışı mənfi 2, mənfi müsbət edir. Bayaq izah etmişdik. Bunun deməli, kəsr hissəsi olur 0,7. Mənfilər üçün baxaq. 1-dən çıxanda 0,2-sin 0,8. 1-dən çıxanda 0,3-sin 0,4. 0,4-dən çıxanda 0,6 və 0,9-un çıxanda 0,1. Nə soruşur? Hansı ən kiçikdir? Ən kiçik olan olur C variantı 145-də 0,1. 146. Ədədin kəsr hissəsi əksinin neçə faiz edir? Kəsr hissəsi deməli 1-dən çıxacağıq nə edəsin? 1-dən çıxanda 0,25-in və yaxud da 2-dən çıxanda yenə də eyni cavabdır. Arada çünki hər dəfə bir fərq olur. Kəsr hissəsi olur neçə? 0,75. Əksi deyəndə nə edirik? Qarşısına mənfi atırıq. Yəni mənfi 1,25. Əksi olur nə? Müsbət. Yəni 1,25. Yəni 0,75 1,25-in neçə faizidir? Deyəndə vururuq. Faiz, yəni 100%. Ədədi faizlə ifadə etmək üçün 100-ə vururuq. Faizlə veriləni ədədini ifadə etmək üçün isə 100-ə bölürük. Və burada deməli ixtisarlar gedər. Nələr gedəcək ixtisar? İxtisar da apara bilərik. Və yaxud da 0,175-i 100-ə vuranda olur 75. Bölünsün 1,25. Bu da vurulsun 125-də 100 deməkdir. 25-ə ixtisar gedər 4. 25-ə 5. 5 ilə 75 gedər 15. 15-də 4-ə vuranda bu deyilər 60%. Cavabımız olar C variantı. Növbəti 147-ci suala baxaq. Baxmamışdım qabağa. Yaxşıca silək. Birdən qonaq yadı gələr. Aha. Deməli, belə bir ifadə verir və deyir ki, y tap. Cəmləri neçədir? 0. Deyir ki, kök altında ifadə hər zaman nə olmalıdır? Müsbət olmalıdır. Və modulunda qiymət edirik ki, hər zaman nə olur? Müsbət olur. 2 müsbət ədədin cəmi 0-dır. Deməli, onda bunların hər biri nə olmalıdır? 0-a bərabər olmalıdır. Müsbət, yəni hər biri kök altındakı ifadədə 0-dan böyük bərabər olur. Modulunda qiyməti 0-dan böyük bərabər olur. Və cəmlər 0-dırsa, demək hər biri 0-a bərabər. Onda olacaq kök altında x-in kvadratı çıx 6x üstə gəl 9 bərabərdir 0-a. Bu ifadə nəyə bərabərdir? Bu x çıxılsın
3-ün çöldən kvadratıdırmı? Bəli, kvadrat. Bu bərabərdir 0-a. 0-a bərabər olması üçün burada x çıx 3 bərabərdir 0-a və x burada bərabər olmadı nəyə? 3-ə. X-i neçə tapdıq? 3. İndi digərinə baxaq. Onda olacaq modada x plus y plus 2 bu bərabər olmadı nəyə? 0-a. X-in yerinə neçə qoyuruq? 3 qoyuruq. 3 üstə 2 neçə eləyir? 5. Yəni y plus 5 bərabərdir 0-a. Onda y plus 5 özü 0-a bərabərdir. Buradan da y bərabərdir nəyə? -5-ə. Cavabımız olur A variantı. Təbii ki, bu tip sualların bir çoxu şifahi şəkildə həll edə biləcəyi suallardır. Sadəcə yazılı yazırıq ki, həm təkrar etmiş olaq, necə alındığını təkrar görək, həm də çətinlik çəkən şagirdlərimiz daha ətraflı görsünlər. Növbəti keçdik 148 ədədi orta. Ədədi orta da çox sadə bir bölmədir. Ədədi orta verilən ədədlərin cəminin sayına nisbətidir. Yəni verilən ədədlər neçədir? 12, 18, 30. Toplayanda bu eləyir 60. Sayına bölürük. 1, 2, 3 dənə ədəd. 60-ı 3-ə böləndə düşür neçə? 20. Bitdi. Sadə. Ədədi ortası 15, 17, 32 üstə 22. Bu eləyir 54. Sayına bölürük. 3 dənə ədəd. Cavab elədi 18. B variantı 149. Sonra növbəti baxırıq 150. 2 ədəd ədədi ortası 49. Yəni 2 dənə ədəd nə deməkdir? Toplayıb və 2-yə bölüb. Nə 2-yə böləndə 49 düşür? 49-u vururuq 2-yə, bu eləyir neçə? 98. Bu ədədlərdən biri 24-dür. Digərini tapın. Dəhşət, dəhşət, dəhşət. Cəmləri 98 isə digər neçədir? 98-dən çıxırıq 24-ün yerdə qalır neçə? 74. Tənli formasında yazsaq belə yazar bilər. 2 dənə ədəddir. Tutaq ki, ədədin biri 24-dür. Digəri neçəymiş bilmirik. X götürürük. Bölürük 2-yə düşür 49. Tənli həll edirik. Ora bura. Yenə də X-i tapırıq neçə? 74. Ehtiyacı varmı? Yoxdur. Sadəcə qeyd etdik. Keçək növbəti suala. 151-ci suala baxırıq. 2 ədədi ortası 24-dür. Ədədi orta deyirik ki, cəmin sayına bölüb. Yəni 2-yə bölüb 24-dür. Onda cəmləri neçəymiş? 24-ü 2-yə vuranda 48. Sonra isə deyir ki, bu ədədlərə 3-cü ədədi əlavə etdikdə 3 ədədin ədədi ortası 20 olur. Yəni nə 3-ə böləndə 20 düşür? Onda 3-ü vururuq 20-yə, artıq cəm edib 60. İkisinin cəmi 48, 3-ünün cəmi 60. Nəyə əlavə etmişik? 60-dan 48 çıxanda deməli 12 ədədini əlavə etmişik. C variantı oldu cavabımız. Növbəti suala baxaq. Yenə 152-dən eyni tipdirmi? Bəli. 2 ədəd ədədi ortası 18. Nəyi 2-yə bölüb 18 düşür? 18-i 2-yə vururuq. Bu eləyir 36. 3-cü ədədə əlavə edib, yəni 3-ə böləndə 21 alınıb. 21-i 3-ə vururuq. 3-ünün cəmi eləyir 63. İkisinin cəmi 36 idi, sonra 63 olub. Neçəni əlavə etmişik? 63-dən çıxırıq 36-sını, yerdə qalır 27. C variantı. 2 ədəd ədədi ortası 153-ə baxırıq. Bu ədədlərin kiçiyindən 12 vahid çox olarsa, bu ədədlərin fərqinin modulunu tap. Aha. 2 dənə ədəddir bilmirik. Ədədlərdən biri olsun tutaq ki A, digəri olsun B. Yəni buna yazaq kiçik ədəd, buna yazaq böyük ədəd. Deməli, ədədi ortasını tapmaq üçün A və B-ni verilən ədədləri toplayıb sayına bölürəm. Say deyəndə 2 dənə ədəddir, 2-yə bölməliyik. Və bu ədədi orta deyir ki, kiçik ədəddən, kiçik ədədi nə götürmüşdür? Aynen. A-dan 12 vahid çoxdur. 12 vahid çoxdursa, demək bunu 12 vahid azalsam bunlar bir-birinə nə olmuş olur? Bərabər olmuş olur. Mənfi 12-ni sağa keçirdirəm və yaxud da belə fikirləşək. 12 vahid çoxdursa bu ədədi orta kiçik ədəddən. Kiçik ədəddə nə idi? A-dan. Onda A-nı 12 vahid artırsam, həmin bu ifadə bir-birinə nə olmuş olur? Bərabər olmuş olar. Bölünsün 2-ni sağa keçirdəndə vurulsun 2 olur. A-nı da 2-yə vururuq. 12-ni 2-yə vururuq. Onda olur A plus B bərabərdir 2A plus 12-ni 2-yə vuranda 24-ə. B yerində qalar. A sağ keçidən çıxma olur. 2A-dan A-nı çıxanda A plus 24 olur. Bizdən nəyi soruşur? Bu ədədlərin fərqinin modulu. A-nı keçirdəndə sola B çıxılsın A bərabərdir 24. Onsuz böyük ədəddən kiçik ədəd çıxmışıq. Modula ehtiyac yoxdur. Onların xətrinə modulda qoyaq. İnciməsinlər. B ilə A bizdən. Nə soruşurdu bizdən? Modulun fərqini soruşurdu. Fərqi də oldu neçə? 24. Bitdi. Yəni ədədlərin neçə olduğu artıq bu məsələdə bizə lazımdırmı? Lazım deyil.
Fərqi lazımdır. Cavab oldu 153-də Y variantı. Növbəti 154-ə baxırıq. Ədədi ortası 35 olan 7 ədədə hansı ədədə əlavə etmək lazımdır ki, ədədi orta 40 olsun? Ədədi orta 35 olan neçə ədəd? 7 ədəd. Yəni 7 ədədi toplayıb və 7-yə bölüb 35 alıb. Onda cəmi neçədir? 35-i vururam 7-yə. 7, 5-in 35, 21 o da 3, 24. Deməli cəmlərim 245. 7 dənə ədədimdir axı. Əlavə bir dənə də ədəd üstünə gəldi. Əlavə etdik. Başqa bir ədəd də əlavə etdik. Artıq 7 ədəd yox, 7 üstə 1 gəldi. Neçə ədəd oldu? 8 ədəd oldu ki, həmin bu 8 ədədin ədədi ortası neçə oldu? 40 oldu. 8 ədədi yəni toplayıb 8-ə böləndə 40 olursa, 40-ı vururam 8-ə. Deməli bunların cəmi neçə eləyir sonda? 320. 7-sinin cəmi 245, 8-nin cəmi 320. Onda əlavə etdiyimiz ədəd hansıdır? Bəlkə də yazdığımızın altında gizlənib. 320-dən çıxarıq nəyi? 245-i. 5, 7, 75. Yox, gizləməmiş. Onun böyründə puskoda durmuşmuş sadəcə. 154 deyirəm. Cavabımız olur D variantı. Keçək növbəti 155-ə. 155-ə nə deyir bizə? 3 ədədin ədədi ortası 18, onlardan biri 8,8. Digər 2 ədədin ədədi ortasını tapın. Demək, 3 dənə ədədimiz var. Məsələn, yazırıq 8,8, digər ikisi bilmirəm. A üzərinə gəl B. Bu da həmin o 2 dənə ədəd oldu. Və bölməliyəm nəyə? Sayına. 3 dənə ədəd dediyini 3-ə bölürəm 18 var. Onda olacaq 8,8. Üzərinə gəl A, üzərinə gəl. Üzərinə gəl A, üzərinə gəl B bərabər. 3-ü 18-ə vuranda 54. Onda A üstə gəl B bərabərdir. 54-dən 8,8-in çıxanda, yəni 4-dən 8 46, 10-dan 8-in çıxanda 45,2. Bizdən nə deyir? Digər 2 ədədin ədədi ortasını tapın. Ədədi ortada nə olurdu? Cəmin sayı bölürdü. 2 dənə ədəd olduğuna görə bunların cəmi bölməliyəm nəyə? Sayına, yəni 2-yə. Onda bunu da bölürük nəyə? 2-yə bölməli. Onda olacaq A üstə gəl B, yəni bunların ədədi ortası. Yəni böl 2, bu bərabər olacaq neçəyə? 2-yə böləndə. 2 artıq burada silək ədədi orta kimi. 45-in içində 2-yə böləndə, 44-ü 2-yə böləndə 22, 12-ni 1 qaldı. 12-ni böləndə düşdü 6. Cavabımız oldu 22,6. C variantı. Növbəti 156-cı suala baxaq. 156-da 3 dənə ədəd verib ədədi ortasını tapın. 12 üstə 18, 30 üstə 36, bu eləyir 66. Sayına bölü. 1, 2, 3 dənə ədəd. Böldü 3-ə. Deməli 22. 156 cavabımız A variantı. 157. 3 ədədin ədədi ortası 16-dır. Bu ədədlərə 12 əlavə onlarsa ədədi orta neçə olur? 3 ədədin, yəni cəmi toplayıb 3-ə bölüb 16 olur. Onda 16-nı vururam 3-ə, bunların cəmi neçəymiş? 48. İndi deyir ki, 3 ədədimiz var daha. Bu ədədləri 12 əlavə etdik. 12-də bir dənə ədəddir də. Yəni 3 ədədimiz vardı. Tutaq ki, A, B, C. Bir dənə də əlavə ədəd yazdıq. Artıq neçə ədəd oldu? 4 ədəd olmuş oldu. 4 ədəd sayıdır bu. Və həmin ədəd neçədir? 48 deyildi cəm, 3 dənəsinin cəm. Əlavə etdiyimiz ədəd də 12-dir. Yəni artıq cəm oldu neçə? 60. Cəmi 60-dır. Neçə ədədin? 4 ədəd. Ədədi ortası neçədir? Ədədi orta deyir ki, cəmi sayına bölürük. 60-ı da 4-ə böləndə ədədi ortası olur neçə? 15. Yəni cavabımız olur 157-ci sualdan A variantı. Növbəti 158-ci suala baxaq. 16 və 36-nın həndəsi ortasını tapın. Aha. Həndəsi orta. Mövzu izahında qeyd etmişdik, burada da təkrardır. Həndəsi ortada, tutaq ki, yazıram. A vur, kök altında yazılır, qayda kimi qeyd. A vur, B vur, C və sair bu formada vurulsun N. Yəni neçə dənə ədədə vurmuşuqsa. Neçə ədəd vurulubsa, N yəni sonuncu ədədin sayıdır. Həmin dərəcədə qeyd etmiş olur. Amma harada yazırıq? Kök altında. Buna deyirlər həndəsi orta. Onda olacaq kök altında 16 vur nəyə? 36. 16-nı 36-ya vurub bir dəfəni kökdə çıxarda bilər. Və yaxud da elə 1-1. 16-dan kök çıxır 4. 36-dan kök çıxır neçə? 6. 4 altın 24.
158-də cavab oldu D variantı. 159, 12, 21 və A ədədi ortası 20 olarsa. Onda A-nı tapa bilərikmi? Taparıq. 12 üstəgəl 21 üstəgəl A. 3 dənə ədəd. Toplayıb neçəyə bölməlidir? 3-ə bölməlidir ki, ədədi ortasını tapaq. 21. 12, 21, 33 üstəgəl A bərabər 3-ü 21-ə vuranda 3, 3, 2, 6, 63. 63-dən 33-ün çıxanda A bərabər olur 30. A-nı da tapdıq. Nə deyir indi bizə? Bəlkə sonda yazacaq ki, A-ya ehtiyac yoxdur. Sizlə sadəcə zarafatlaşırıq. Yazıb ki, 12 və A ədədin həndəsi ortasını tapın. Yox, elə bir şey deməyim. Onda olacaq kök altında 12 və A ədədin həndəsi ortası. 12 vur. A ədəd neçədir? 30-a. 12 vur 30-a. 12-ni 30-a vuranda bu eləyir kök altında 12-ni 3-ə vurdu. 12 və həndəsi ortası. 12-ni 3-ə vurdu. Neçə eləyir? 36. Yanında 0. 360. Neysə səhv yazmadıq ki. 3, 1, 3, 2, 6, 63. 33-ün çıxdı. 12, 21. Aha. 12-nin sonunu 360. 360-dan kök çıxırmı? Biz burada neysə səhv etdik mi? Bəli, bəli, səhv etdik. Nəyi səhv etdik? 21-ə bərabər etməkdə səhv etdik. 21 demək o? Xeyr. Bəlkə də siz indi orada deyirsiniz, ay müəllim, 20-dir, 20-dir. Amma mən sizi eşitmirəm, təəssüf ki. Bərabərmiş 20, 21-ə yox. 3 20-yə vururuq, 60 eləyir. 60-dan 33-ün çıxanda A bərabər olur nəyə? 27-yə. İndi həndəsi ortası 12 ilə A-nın, yəni burada da yazırıq, A oldu 27. Tapaq olacaq 12 vur 27. Vurub yoldaşlar, bir dəfə nə də bu? Hər dəfə 1-2. Əgər qüvvət göstərmirsə, bu dərəcə daha doğrusu göstərmirsə, ikinci dərəcədəndir. 12-ni 27-yə vurub kökdə ala bilərik və yaxud da bunu parçalaya bilərik. Necə yazaram bunu? 27-ni yazaram 9 vurulsun 3 kimi, 12-ni yazaram 4 vurulsun 3 kimi. Kökləri çıxardaq. Deməli, 4-dən kök çıxır 2. 3 vurulsun 3, 9 eləyir. 9-dan kök çıxır neçə? 3. Buradakı 9-dan da kök çıxır 3. 3-ün 9, 9 üçün 18. Və yaxud da 12-ni 27-yə vuranda bu eləyər 324. 324-dən kök çıxar neçə? 18. A variantı. Növbəti 160-cı suala baxaq. Ekranı silək. Ya da qayda qalsın, digərlərini silək. Aha. Növbəti sualda 160-da 9 və 4 ədədin həndəsi ortası kök altında 9 vur 4. 36, 36-dan kök 6 çıxır. Cavab olur B. Və yaxud da 9-dan 3, 4-dən 2, 3, 2-nin 6. 161. Həndəsi ortasını tapın. Kök altında olacaq. 1 vur, 2 vur, 32. Qaydamız necədir? Vurulan ədədlərin sayı qədər dərəcəsi yazılır. Neçə ədəd var? 1 dənə, 2 dənə, 3 dənə. Yəni 3-cü dərəcədən kök altında olacaq. 1, 2, 2, 32-yə vurduq 64. 3-cü dərəcədən kök altında 64. Bu da bərabərdir nəyə? 4-ə. 161-dir. Cavabımız oldu A variantı. Keçək növbəti suala. 162-ci suala baxırıq. Modulda x çıxılsın 5 ifadəsini ala biləcəyi ən kiçik qiymət neçədir? Baxın yoldaşlar. Bəzən bunu şagirdlər götürür, bərabər eləyir 0-a. Ən kiçik, çünki biz nə demişik? Modulun qiyməti böyük bərabərdir 0-dan. Və x-in qiymətini oradan tapır 5 kimi və s. İndi burada çıxılsın 5 olduğuna görə sağ tərəfə keçirdim də. Şərtə diqqət edin. İfadəsinin ala biləcəyi ən kiçik qiymət deyir. Yəni, orada x-in bir önəmi varmı? Yoxdur. Burada lap əlavə yazsın ki, modulun içində tutaq ki, 7y üstəgəlsin 65 və s. Neçə istəyir yaz. Modul hər zaman nə olur? 0-dan böyük bərabər. Hər zaman müsbət. X-in qiymətini yadın soruşmur. İfadəsinin soruşur. Ala biləcəyi ən kiçik qiymət. Ən kiçik qiymət 0-dan böyük, yəni 0, 1, 2, 3 və s. indi tam ədədləri sayıram, digər ədədlər də ola bilər. Sonsuz sayda müsbət sonsuza qədər qiymət ala bilər. Ən kiçiyi nəyi ala bilər? Ən kiçiyi ilə 0-ın özü. Bitdi. Yəni burada nəyi səhl etməyə ehtiyacı varmı? Yoxdur. Növbəti baxırıq 163-ə.
163-də isə bizə deyir x və y mənfi ədədləri üçün aşağılardan hansı ən böyükdür? Aha, x və y mənfi ədəd. Mənfi ədəddirsə, özümüzdən hər hansı bir ədəd yazaq ki, daha rahat görək. Məsələn, x y-dən kiçikdir. Y olsun tutaq ki, -3, x olsun -5. Aha. Onda olacaq, x-in yerinə qoyacaq -5, mənfi. Onda olacaq x-in yerinə -5 qoyuram. Çıxısı -3. Mənfi bunlar nəyi verir? Müsbəti. 5 üstə 3, buranın cavabı elədir 8. -5 üstə gəl, -3, buranın cavabı D variantı eləyir -8. Sonra x-in yerinə qoyuruq -5 çıx y, yəni -3. Bu 5 üstə gəl 3 olur. Böyüdən kiçik çıxır, bölgün işarəsi -2 eləyir. C variantında x-in yerinə qoyuruq -5-i, bir dənə də mənfi qabağında var. -5, mənfi müsbət olur. Üstə gəl -3. Buranın cavabı eləyir 2. Burada isə -2 vurulsun. X-in yerinə qoyuruq. -5-i qoyuruq. -2 ilə -5-ə vuranda buraya müsbət 10 eləyir. Hansı daha böyük oldu? 10 daha böyük oldu. Demək cavab oldu Y variantı. Bitdi. Və ya bunu qayda ilə həll etməmişdən necə edə bilərdik? Yəni həll etməyə bu qədər bir şey. Həll etməmişdən isə belə deyə bilərdik. Bunu ədədlə yazdım ki, tam aydın olsun. Həll etməmişdən qabaq deyərdik ki, mənfi ədədlərdə əksinə olur axı. Necə əksinə olur? Biz məsələn bilirik ki, tutaq ki, 8 7-dən böyükdür. Amma mənfidə əksinədir. -8 -7-dən kiçik olur. Və mənfini mənfiyə vuranda cavab nə olur? Müsbət olur. Müsbət olduğuna görə bax, müsbət işarəsi burada yarandı mı? Avtomatik yarandı. Çünki qarşısında bir dənə mənfi var. Müsbət yarandısa, onda nə olur? Burada məsələn -8-dir. Mənfi ədədlərdə əksinə olurdu axı. Yəni artıq böyük ədəd alındı. Yəqin ki, fikrim aydın olmuş oldu. Aydın olmasa da aydın oldu deyək. Keçək növbəti 164-də, amma məncə aydın olar. Aha, x və y ədədlərinin ədədi ortası a-ya bərabərdir. X, y və z ədədlərinin ədədi ortası b-yə bərabər olarsa, z, a və b ilə ifadə edin. Görək. X üstə gəl y-in ədədi ortasını tapma açsın. Toplayıb, dedik ədədləri toplayırıq. Bölürük sayına. 2 ədəd olduğunu bölürük 2-yə bərabərdir. Nəyə? A-ya. Onu da buradan tapırıq ki, x üstə gəl y bölünsün ki, sağ ikisinə vurma olur. Bərabərdir nəyə? 2a-ya. Növbətində isə deməli, x plus y plus z bölürük bunu nəyə? 3-ə, bu bərabərdir nəyə? B-yə. Onu da buradan x plus y plus z bərabərdir nəyə? 3-ü B-yə vuranda sadəcə 3B. Bunu alt-alta yazım, daha rahat görəsiniz. Oldu x üstə y 2a, x plus y plus z bərabərdir 3b. Əvəz etməyini də yaza bilərsiniz. Yəni x plus y-in yerinə nə qoya bilərsiniz? 2a qoya bilərsiniz. Və ya tərəf-tərəfə çıxarsınız, x plus y-lar getdi. Yerdə nə qaldı? Həmin o soruşulan qəhrəman qaldı. Yəni z qaldı. Və aşağıdan üstü çıxdığımıza görə 3b-dən çıxırıq 2a. Z-nə ifadə etdik. Cavab oldu nə? 3b çıx 2a. 164-də cavabımız oldu Y variantı. Keçək növbəti suala. Ekrana silək bir saniyə. 165. Aşağıdakı ədədlərdən hansı belə bir şeylə yazıb şərtini ödəyir? Şərtini ödəyirsə burada avtomatik olaraq baxın. Yəni bir ədədin kvadratı üstü qüvvət, yəni üstündəki 4 qüvvətdən, yəni 2 qat kvadratı deyək. 2 qat kvadratından böyükdür. O isə kubundan böyükdür. Və yaxud da bir ədədin kubu özündən böyükdür. Baxaq. Ədədin kvadratı üstü 4 qüvvətindən böyükdür. Yəni bu əslində müsbət ədəd olsaydı, müsbət ədəd nə deməkdir? 1-dən böyük. Çünki 1-in kvadratı ilə 1 eləyirdi. Yəni 1-dən böyük olsaydı həmin ədədlər. 1-dən böyük nələrsə olsaydı. Bu doğru olmaz. Deməli, həmin ifadə mütləq nə olmalı? 1-dən kiçik olmalı. 1-dən kiçik olmalı. Buna görə. İkinci,
Əgər həmin ədəd müsbət ədəd olsaydı, bunu qeyd elədik, yəni birdən də böyük olsa. İndi həmin ədəd nə olsaydı? Mənfi olsaydı, mənfi sıfırdan kiçik, məsələn deyək. Mənfi sıfırdan kiçik olsaydı, sıfır özü vermir, yəni sıfır tamamda neçələr olarmı? Xeyr. Deməli, bu ifadə özü elə sıfırdan da nə olmalıdır? Kiçik olmalıdır. Sıfırdan da kiçik olmalıdır. Sıfırdan kiçik və mənfi sıfırla arasında. Yəni, həmin ədəd, tutaq ki, bir x ədəd ilə a ilə qeyd edək. Gül kimi a-mız var. Niyə x qaçırır? Həmin bu a ədədi nə olmalıdır? Sıfırdan kiçik və mənfi birdən də böyük. Sıfırdan kiçik, mənfi birdən də böyük. Nə üçün? Çünki deyirik ki, artıq kvadratıdır. Üstü cüt qüvvətlərdə cavab nə olur hər zaman? Müsbət olur. Mənfi birdən böyük, sıfırdan kiçik. Nə yazıla bilər bura? Mənfi 0,5 yazıla bilər. Bitdi. Yəqin ki, mahiyyət aydın oldu, nə demək istəyirəm. Yəni, bir-bir variantları yoxlaya da bilərdiniz. Və ya belə yanaşıb həll etdik. Keçək növbəti. Yoxlamaq üçün də indi bir-bir yazmıram. Yazıb yoxlaya da bilərsiniz. Əsas mahiyyəti tam aydın olmuş olsun. Növbəti 166-ya baxaq. 165 tam ürəyimizcə olmadı məncə. Narazı olanlar bəlkə də olar, bəlkə də tam başa düşməyənlər olar, belə bir şey deyim. Baxın, məsələn, birdən böyük ədəd götürürəm. Tutaq ki, A-nı bir dəfə götürəcəm 2. 0 yazmağa ehtiyac yoxdur, təbii ki, 0 yazsam hamısı bir-birinə bərabər olar. A-nı bir dəfə də götürəcəm, neçə? Mənfi 2. Tam bilin ki, hansı aralıqda yerləşir. Baxın, 2 qoysam 2-nin kvadratı neçə eləyir? 4. 2 üçün baxırıq, birinci hal. Bu da ikinci hal. 4, 2 üstü 4 neçə eləyir? 16. 4 16-dan böyükdürmü? Xeyr. Ardın yoxlamağa ehtiyacı varmı? Yox. Deməli, bunu ala bilməz. Yəqin, bura qədər aydın. Sonra mənfi 2 qoyanda, mənfi 2-nin kvadratı da elə 4 eləyir. Və mənfi 2-nin də üstü 4, 16 eləyir. Çünki cüt qüvvət dedik hər zaman müsbət. Demək, bunu da ödəmir. Ona görə biz dedik ki, birləri də yazmağa ehtiyac yoxdur. 0 ilə 1-i yazmağa ehtiyac varmı? Yox. Çünki 0-ın da kvadratı üstündə neçə olursa olsun, fərqi yoxdur. Nə olur? 0 olur, 0 dərəcədən başqa. Və 1-in də üstündə kvadratı, kubu fərqi yoxdur, 1 olur. Yəni, bunlar təkrarlanır. Bunlar təkrarlansa, bunlar hər zaman bir-birinə olar, bərabər olmuş olar. Bu ədədləri yaza bilmədik. Ona görə biz deyirik ki, onda A mütləq nə olmalıdır? A kiçik olmalıdır. 0-dan böyük olmalıdır, mənfi 1-dən. Və mənfi 1 və 0 arasında variantlarda hansı ədəd var? B variantı. Sizi bilmirəm, artıq mənim ürəyimcə olmuş oldu. İndi 166-ya rahat şəkildə baxa bilərik. Deməli, B A-dan kiçik, A da 0-dan kiçik. Məsələn, B olsun, tutaq ki, mənfi 3, A olsun, mənfi 1. Və bizdən nə soruşur? İfadəsini sadələşdirin. Birinci baxırıq, baxın, kök altındakı ifadəyə. Bu kök altındakı ifadə bizə nəyi xatırladır? Bizə keçmişi, gələcəyi xatırladırmı? Yox. Bu sadəcə bizə xatırladır ki, A üzərin yazsın 2B-nin çöldən kvadratının nə edir? Açılışıdır. Üstər yazsın 5B çıx 2A çıx 3-lə bir işimiz yox. Onlar sadə vətəndaşlardır. Sonra isə olacaq B bölünsün. B kvadratı ikinci dərəcədən olduğuna görə nə olmalıdır? Nədə çıxır? Modulda çıxmalıdır. Modulda B. Düzdürmü? Düzdür. Burada bu kökü silərəm. Baxın, bunu sildim. İkinci dərəcədən olduğuna görə bu ikinci dərəcəni sildim. Və bu da nədə çıxır? Modulda çıxır. İkinci dərəcədən oldu. Çıxırsın. Bunu da yazaq. Sonra bir dəfə nə atılışlarını deyəcəm, nə demək istədim. Baxın, A mənfi 1, B mənfi 3. Mənfi, mənfi. Mənfi, mənfi toplayanda yenə də nə olur? Mənfi olmuş olur. Qaydamız necə idi? Əgər modulda müsbətdirsə, yəni olduğu kimi yazılır düşdümü videonun əvvəli. Mənfidirsə nə olurdu? Əksi. Mənfi olduğuna görə bu işarə nə olur? Əksi. Yəni qarşısına bir dənə mənfi atır.
Olur mənfi A üzərinə gəl 2B. Üstə gəlsin 5B çıx 2A çıxılsın 3 öz yerində. Yenə B modulun içərisi nədir? Mənfi. Mənfi olduğuna görə qarşısına atırıq əksi, yəni mənfini atırıq. Olur B bölünsün mənfi B çıxılsın. B-nin yerinə neçə qoyuruq? Mənfi 3. A-nın yerinə qoyuruq mənfi 1. Mənfi 3-dən çıxanda mənfi 1-i, bunu görəsə deyə yazıram. Yəni B mənfi 3, A mənfi 1 deyil. Başqa ədədlər də ola bilər. Bu olur 3 üstə, mənfi 3 üstə gəl 1. Mənfi 3 üstə 1 gəndə bu olur mənfi 2. Yəni modulun qiyməti nə oldu? Mənfi. Mənfi oldusa, bir dənə də qarşısına nə atmalıyım? Bir dənə də qarşısına mənfi atmalıyım. Buradakı mənfi, bax bu çıxmaydı. Bir də bunların qarşısına mənfi atdım. 2 dənə mənfi bizə artıq nəyi verdi? Müsbəti verdi. Üstə gəlsin, B çıxılsın, A olmuş oldu. Yəqin ki, aydın oldu. Yəni burada da çıxma vardı. Buradakı çıxma və burada da modulun içərisi mənfi olduğuna görə qarşısına mənfi atmış olduq. İndi həll edək bunu. Buradakı üstəki olacaq. Mənfi A çıx 2B üstə gəl 5B çıx 2A çıxılsın 3. Aşağıda da B-ni mənfi B bölündə mənfi 1 üstə gəl B çıxılsın A olmuş olacaq. Bunun ardını üstünü silək. Üstə artıq hardan gəldiyini gördük. Deməli, nə yaza bilərik burada? Yaza bilərik ki, 5B-dən 2B-sin çıxanda qalır 3B. Mənfi 2A, mənfi A. Mənfi mənfi toplanır, çıxma olur yenə. 3B çıx 3A çıxılsın 3 fağır yazıqda da bir işimiz yox olduğu kimi yerində. Daha aydın olsun deyə mən burada birinci B yazmışam, burada da birinci B-ni yazacağım. B-nin qiyməti nədir? Müsbət. B. İkinci A-nı yazmışam deyə mən A-nı yazıram. Çıx A şərhlər olduğu kimi qalır. Mənfi 1-dir, yəni çıx 1 olmuş olur. Üst tərəfdə nəyə çıxardaraq? Xaricə. Xaricə deyəndə Avropa ölkələrinə yox. Sadəcə bu möhtərizə xarici. 3-ü çıxardarıq. 3-ü çıxartdıq. Yerdə qalır B çıx A çıx 1. Aşağıda da B çıx A çıx 1. Nə təsadüfsə eyni oldular. Yerdə nə qaldı? 3 qalmış oldu. Cavab olur D variantı. Sual 167 isə deyir, kəsr hissəsindən 4 dəfə böyük olan neçə müsbət ədəd var? Qaydalarımızı təkrarlayaq, yada salaq. Videonun əvvəlində qeyd etmişdik. Deməli, tam hissə, üstə gəl, kəsr hissə bərabərdir nəyə? Ədədin özünə. Və əlavə. Kəsr hissə kiçik olurdu nədən? 1-dən, böyük olurdu 0-dan. Bax, bu bizim qaydamızdır. İndi kəsr hissəsindən 4 dəfə böyük olan neçə müsbət ədəd var? Deməli, onda nə olur? Kəsr hissəsini biz, yəni kəsr hissəsini vursaq 4-ə nəyə bərabər olur? Ədədə. Ədəd də özü nə deməkdir? Ədəd də özü tam hissə ilə kəsr hissəni toplamaq. Yəni, bu da ilə bərabərdir. Tam hissə üstə gəl, kəsr hissə. Yəni, kəsr hissə vur 4-ə bərabər tam hissə üstə gəl, kəsr hissə. 4 qatından 1 qatın çıxanda, yəni kəsr 2-ni keçirdəndə sola, 4-dən 1-in çıxanda olur. 3 vur kəsr hissə bərabərdir tam hissə. Yəqin ki, bura qədər aydındır. Baxın, deməli, burada artıq tam hissəni belə deyək ki, 3. Yəni, tam hissə düşüb orada neçə? 3. Deməli, burada 3-dən kiçik ədədlər olmalıdır. Həmin o qalıq hissəsi qalmaz. O da 3-dən kiçik neçədir? 1-dir, 2-dir. Bir belə yanaşa bilərsiniz. Yəni, 2 müsbət qiymət var. Bir də kəsr hissə nə idi? Kəsr hissə dedik ki, 1-dən kiçik, 0-dan böyük. 3-ü neçə vuranda həmin bu kəsr hissə qalmalıdır. Yəni, həmin o 1-dən kiçik olmalıdır da. Bu da 3-də 1-dir və 3-də 2-dir. Belə də yanaşa bilərsiniz. Yəni, neçə müsbət qiymət aldıq? 2 müsbət qiymət almış oldu. Keçək növbəti 168-ci suala baxaq. Növbəti 168-də isə deyir, kəsr hissəsi ilə tam hissəsinin nisbəti 1 bölünsün 5 olan müsbət rasional ədədlərin sayını tapın. Kəsr hissəsi ilə tam hissəsinin nisbəti. Yəni, kəsr hissəsi tam hissəsini yazdıq. Kəsr hissəsi 1, tutaq ki, x olsa, tam hissəsi olur neçə x? 5 nisbətində 5x. Ədəd özü nəyə bərabərdir? Tamla kəsrin cəminə.
Yəni ədəd də bərabər 1 üstə 5 6x-a. Nə deyir indi bizə? Müsbət rasional ədədlərinin sayını tapın. Onda olar kəsr hissə, yəni 1x üstəgəl tam hissə yəni neçə x olur? 5x. Yəni burada nəyə bölüb? Tam hissəni. Tam hissəni bölüb burada 5 düşüb. Yəni tam hissəsi 5-dir. Bunu belə fikirləşin. Tutaq ki, olur 5 tam, məsələn, kəsirdə. Neçədəsə neçə. Düzdürmü? Yəni üstdə qalan bu kəsr hissə olur da. Yəni bizə o qalıq hissəsi lazımdır. Kəsr hissə oradan gəlir. Həmin o qalıq hissə bu 5 tamdan, yəni belə deyək, qalıq hər zaman nə olur? Böləndən kiçik. Ondan nə olmalıdır? Mütləq nə olur? Kiçik olur. 5-dən kiçik deməli bizə nələr lazımdır? Ədədlər lazımdır. 5-dən kiçik nələrdir? 5-dən kiçik 1-dir, 2-dir, 3-dür, 4-dür. Və yaxud da belə fikirləşə bilərsiniz. Deməli 5-də 1, 5-də 2, 5-də 3 və 5-də 4. Eynən bayaqki sual kimidir. Növbəti 169-u baxaq. 169-da görək. Nə deyir? 169. A bölü 2 düzgün olmayan kəsirin tam və kəsr hissələrinin hasılı 7 olarsa, A-nı tapın. Baxın, kəsr hissəsi deyirsə, bunun məxrəci neçədir? 2-dir, düzdürmü? Bax, üstdə qalan sürət, kəsr hissə deyir ki, nə olur? 1-dən kiçik, 0-dan böyük. Ancaq nə ola bilər? Məxrəc 2-dirsə, sürətinə 5 yaza bilərəmmi? Xeyr, bu düzgün olmaz. Çünki bu kəsr hissə deyil axı. 5-i 2-yə bölündə çünki düşür 2 tam, 2-də 1. Və yaxud da 2-də 3 yaza bilərəmmi? 2-də 8 yaza bilərəmmi? Xeyr. Bunun kəsr hissəsi ancaq və ancaq kəsr hissəsi neçə olmalıdır? Məxrəc 2-dirsə, sürətində yaza biləcəyim bir dənə 1-dir. Başqa ədəd yoxdur. Bu oldu kəsr hissəsi. 2-də 1. İndi deməli 2-də A düz olmayan kəsirin tam hissəsi, yəni 2-də A-nı vurub nəyə? Kəsr hissəsinə. Tam hissəsini vurub kəsr hissəsinə. Tam hissəsini də bilmirik. Bunun da tam hissəsini tutaq ki, tam hissəsini yazaq. Məsələn 1x. Tam hissəni x-i vurub kəsr hissəsinə, yəni 2-də 1-ə və hasili neçə alıb? 7. Hansıdan 2-də 1 hissəsi 7 eləyir? 7-ni 1-ə bölüb 2-yə vuranda 14. Tam hissəsi 14 olduğuna görə onda ədəd özü nəyə bərabər olacaq? Ədəd yazaq. 14 tam 2-də 1-ə. Deyir ki, 1 yaza bilən. Bu da olacaq 14-ü 2-yə vuranda 28, o da 1, 29. Nəyi soruşurdu bizdən? A-nı tapın. Yəni 2-də A bərabərmiş nəyə? 2-də 29. A olur neçə? 29 Y variantı. Keçək növbəti 170-ci suala, növbəti və sonuncu sualımıza. 170-də bizə deyir ki, tam hissəsi kəsr hissəsindən 4 dəfə böyük olan müsbət rasional ədədlərin sayını tapın. Tam hissəsi kəsr hissəsindən 4 dəfə böyük. Aha. Tam hissə, kəsr hissə. Kəsr hissəsi x olsa, tam hissəsi bundan 4 dəfə böyük, 4x olmuş olacaq. Və dedik ki, ədəd onda özü neçə olacaq? Kəsrlə tamın cəmi 4x, o da x, yəni ədəd özü tutaq ki, 5x. Rasional ədədlərin bizdən nəyin soruşur? Sayını soruşur. Tam hissəsindən, kəsr hissəsindən 4 dəfə böyük. Yəni burada belə baxırıq ki, tam hissə neçədir? 4. Yəni sürəti yazılan həmin o tam hissədən göstərən ədəddən nə olmalıdır? Kiçik. 4-dən kiçik 1-dir, 2-dir, 3-dür. Eyni tip sualdır. 160, məsələn 8 kimi, 167 kimi. Məsələn. Neçə yaza bilərik? 3 dənəsini yaza bilərik. Və ya ədədin dedik ki, özündən tam hissəsini çıxanda yerdə nəyin tapırıq? Kəsr hissəsini, x-i tapırıq. Və x da burada kəsr hissə. Nədən kiçik? 1-dən kiçik, 0-dan böyük olmalı. 4-ü nəyə vuranda? Həmin ədəd alınır. 4-ü 4-də 1-ə vuranda. 4-də 2-yə vuranda. Və 4-də 3-ə vuranda. 3 dənə qiymət bunları ala bilər. Yəqin ki, bu da aydın olmuş oldu. Hələ ki, bu qədər. 170-ci sualına yekunlaşdırdı. Bu köhnə nəşrdə olan kitabdır. Yeni nəşrdə onsuz 170-ə qədər eyni suallardır. Hər bölmədə əlavə 20, 30, yəni müxtəlif sayda sual artırıblar. Umarım ki, sizlər üçün bir faydası olmuş oldu. Faydası oldusa kanala abunə olmağı unutmayın.
Növbəti video izahlarda və ya şadlıqlarda, yəni atalar demişlər. İzahlarda və ya şadlıqlarda görüşənədək hələ ki, hələlik.